Salam uşaqlar. Bugün trigonometrik tənliklərin müxtəlif üsullarla həlli yarımbaşlığına baxarıq. Birinci sualdan başlayaq. Birinci sual. Deməli uşaqlar, sinus 7x və kosinus 2x-in cəmini -2 veribdir. Bəs gəlin görək bu hansı halda mümkündür? Uşaqlar, cəmin -2 verməsi üçün bilirik ki, sinus və kosinus funksiyalarının məhdud qiymətləri var. -1 aralığında qiymətlər alır. Bunun üçün siz məntiqi yanaşsanız, sinus 7x və kosinus 2x-in hər biri ayrı-ayrılıqda gərək -1 qiymətlərini alsın ki, toplayanda da cəm -2 olsun. Yəni, sinus 7x bərabərdir -1. Eyni zamanda kosinus 2x bərabərdir -1 yazırıq və başlayırıq həll etməyə. Sinus 7x-in -1-ə bərabər olduğu hal 7x bərabərdir. Sinus -1-i alır -90 dərəcədə xüsusi haldır. -pi/2 üstəgəl 2pi-k-da. Hər tərəfi 7-yə bölsək, x bərabər -pi deməli 14 üstəgəl 2pi-k üstəgəl 2pi-k bölünsün 7 alarıq. Keçək digər tərəfə, kosinus 2x bərabər -1 halına. Burada isə 2x bərabərdir. Kosinus -1-i pi üstəgəl 2pi-k-da alır. Bu da xüsusi haldır. Hər tərəf x-in qarşısındakı 2-yə bölsək, pi/2 üstəgəl pi-k alarıq. Aha, gördüyünüz kimi iki fərqli cavab almışıq və biz bu iki fərqli cavabdan hansını götürməliyik? Əvvəlcə onu deyim ki, uşaqlar, burada hər ikisində k yazmışıq. Gəlin bunun birini n edək, qarışmasın. Baxın, bu hissəni n edirəm. Bura olsun n. Və indi gəlin görək biz bunu necə həll etməliyik. Bunun üçün uşaqlar, x-lərin qiymətlərini, absisin qiymətlərini bir-birinə bərabər götürmək lazımdır. Gəlin ilk öncə bərabər götürək. Yəni, -pi/14 üstəgəl 2pi/7 qiymətini bərabər götürürəm pi/2 üstəgəl pi-n-ə. İndi nə edək? Kəsirdən canımızı qurtarmaq üçün gəlin hər tərəfi 14-ə vuraq. Baxın, bu hissəni də 14-ə vururam. Bu hissəni də 14-ə vururam. Burada da vuraq 14 yazaq. Bu hissədə də vuraq 14 yazaq. Gəlin indi baxaq görək nə baş verir. Deməli, burada 14-lərimiz ixtisar gedir, qalır -pi. Bu hissədə isə 7 və 14 ixtisar gedir. Uşaqlar, baxın burada 2 qalır. 2-ni yuxarıdakı 2pi-k-ya vurduqda olur 4pi-k. Bərabər, bu hissədə də 2 və 14 ixtisar gedir, 7 qalır. 7-ni pi-yə vururuq, yazırıq 7pi. Üstəgəl 14-ü pi-yə vururuq, 14pi-n yazırıq. Gəlin belə bir iş görək. Bu -pi-ni göndərək 7pi-nin yanına. Deməli, 4pi-k bərabərdir. Olur 8pi üstəgəl 14pi-n. Uşaqlar, hər tərəfi gəlin 4pi-yə bölək. Hər birini 4pi-yə bölürəm. Çünki hər biri 4-ə bölünür demək olar ki. Bu hissədə 4pi-lərimiz ixtisar gedir, qalır sadəcə k. Bərabər 4pi və 8pi ixtisar gedir, qalır. Deməli, burada 2 üstəgəl 4pi və baxın burada pi-lər ixtisar gedir uşaqlar. 4 ilə də 14 gedəndə 2-də 7, bir də n qalır. Bax bu şəkildə. K bərabər 2 üstəgəl 2-də 7n. Belə bir ifadə aldıq. Uşaqlar, burada n elə bir qiymət olmalıdır ki, görürsünüz, tam ədədlərə daxildir variantlarda da. N elə bir ədəd olmalıdır ki, burada kəsir qalmasın. Yəni, 2 ilə ixtisar getsin. Buna görə də bizim n-imiz 2-yə bölünən bir ədəd olmalıdır. Yəni, 2k olmalıdır. N-in yerinə gəlin 2k yazaq. Deməli, k bərabər 2 üstəgəl. N-in yerinə 2k yazdıqda 2-lər ixtisar gedir və 7k qalır. 2 üstəgəl 7k. Deməli, uşaqlar, bizim n-imiz 2k-dırsa, yuxarıda verilmiş, baxın burada. X bərabər pi/2 üstəgəl pi vurulsun n yox 2k yazırıq. Və bu şəkildə. Deməli, bizim x-imizin cavabı olur pi/2 üstəgəl 2pi-k. Bəs bu hansı bəndədir? A bəndindədir. Birinci sual A bəndi. Deməli, uşaqlar, mən başa düşürəm ki, birinci sual kifayət qədər çətin sual idi. Ancaq bu sizi qorxutmazsa, digər suallar bu qədər çətin olmayacaqdılar. Keçid alaq növbəti sualımıza. İkinci sual haqqında sadəcə gedişat verəcəm. Deməli, çıxanda 3 olmalıdır bizim cavabımız, düzdür? Bəs gəlin görək biz nədən nəyə çıxsaq 3 ala bilərik? Baxın, sinus 5x-inizin yerində 1 olsa,
Kosinus 2x-imiz də 1-ə bərabər olsa, özü də mənfi 1-ə bərabər olsa, 1 çıxılsın, orada mənfilər toqquşur olur, 1 üstəgəl 2 bərabər 3 verir bizə. Deməli, ikinci sualda sinus 5x bərabər 1 yazıb həll edəcəksiniz. Kosinus 2x bərabər mənfi 1 yazıb həll etməlisiniz. Bax, belə. Eyni qaydada cavabları tapacaqsınız. Üçüncü suala baxaq. Deməli, sinus kvadrat x çıxaq 2 kosinus kvadrat x üstəgəl 2-də 1 bərabər 0 verilibdir. Sinus kvadrat x-in yerinə yazıram 1 çıxaq kosinus kvadrat x, çıxaq 2 kosinus kvadrat x, müsbət 2-də 1-imiz də var, onu da yazaq burada, bərabərdir 0. Uşaqlar, burada alıram 1 çıxılsın 3 kosinus kvadrat x, üstəgəl 2-də 1 bərabər 0-a. Burada 1 və 2-də 1-i toplasaq 2-də 3 edir və sağ tərəfə keçirsək mənfi 2-də 3 olacaq. 3 kosinus kvadrat x bərabər mənfi 2-də 3-ə. Bərabərliyin sağ və sol tərəfindən mənfiləri və 3-ləri ixtisar edək. Kosinus kvadratı x isə, uşaqlar, gəlin dərəcəni aşağı salma düsturu ilə həll edək. 1 üstəgəl kosinus 2x bölünsün 2 bərabər 2-də 1-ə. Sağ və sol tərəfdən 2-ləri ixtisar etsək, kosinus 2x bərabərdir 1 üstəgəl kosinus 2x bərabərdir 1-ə. Kosinus 2x bərabər 1-dən 1 çıxırıq 0-a. 2x bərabər, uşaqlar, kosinus 0-ı alır 90 dərəcədə, yəni pi böl 2 üstəgəl pi k-da. Hər tərəfi 2-yə bölsək, x bərabər pi böl 4 üstəgəl pi k böl 2 alarıq. Pi böl 4 üstəgəl pi k böl 2. Bəs gəlin görək bu hansı bənddədir? Üçüncü sualın bəndlərinin yarısı bu biri tərəfdədir. Baxaq. Pi k böl 2 D bəndindədir uşaqlar. Üçüncü sualda cavab olur D bəndi. Keçid alaq növbəti sualımıza 4-ə. Dördüncü sualda baxaq. Demək olar ki, eynisidir. Dördüncü sualda da sadəcə üstəgələk fərqi var. Yenə kosinus kvadratı x gördüyünüz yerə 1 çıxaq sinus kvadratı x yazıb həll edə bilərsiniz. Kosinus kvadratının yerinə 1 çıxaq sinus kvadratı yazın və sonra davamı gələcək. Gəlin 5-ə baxaq. Deməli, 6 kosinus kvadratı x çıxılsın kosinus 2x bərabər 5 yazılıbdır. Gəlin sadələşdirək. 6 kosinus kvadratı x-i yazıram uşaqlar. Çıxılsın. Kənarda qeyd edirəm. Uşaqlar, kosinus 2x özü kosinus kvadratı x çıxılsın sinus kvadratı x deməkdir. Baxın, bu bizim düsturumuzdur. Gəlin qiymətini yerinə yazaq. Sadəcə burada bizdə qarşıda mənfi olduğuna görə sinus kvadratının işarəsi dəyişib müsbət olacaq. Kosinus kvadratı x üstəgəl sinus kvadratı x bərabərdir 5-ə. Deməli, 6 kosinus kvadratından kosinus kvadratını çıxırıq, qalır 5 kosinus kvadratı x üstəgəl sinus kvadratının yerinə yazırıq 1 çıxılsın kosinus kvadratı x bərabər 5-ə. 5 kosinus kvadratından 1 kosinusunu çıxırıq, qalır 4 kosinus kvadratı x. Müsbət 1-i 5-in yanına göndəririk, çıxılır 4 qalır. Kosinus kvadratı x bərabərdir 4-ləri bölürük 1. Dərəcəni aşağı salma düsturunu tətbiq edirik. 1 üstəgəl kosinus 2x bölək 2 bərabər 1. Çarpaz vururuq. 1 üstəgəl kosinus 2x bərabərdir 2-yə. Kosinus 2x də bərabər 2-dən 1 çıxırıq 1-ə bərabərdir. Deməli, 2x bərabər kosinus 1-i xüsusi hal alır 2 pi k-da. X də bərabər hər tərəfi 2-yə bölsək, cavabı taparıq pi k. 5-ci sualda baxaq görək pi k hardadır? B bəndindədir. 5-ci sualda cavabımız B-dir. Keçid alaq digər sualımıza. 6-cı sualda da dərəcəni aşağı salma düsturu ilə yaza bilərsiniz uşaqlar. Gəlin baxaq. 6-cı sual. Deməli, görürsünüz burada 4 sinus kvadrat 2x yazılıbdır. Yazıram 4 vurulsun 1 çıxaq. Sinusda çıxaqdır dərəcəni aşağı salma düsturu. Kosinus 4x bölə 2 çıxılsın kosinus 4x bərabər 5. 2 və 4-ü ixtisar etsək, burada qalır 2. 2-ni vurub açıram uşaqlar sürətə. 2 çıxılsın 2 kosinus 4x. Kənardakı çıxaq kosinus 4x-imizi yazıram, bərabərdir 5. Deməli, 2-ni 5-in yanına göndərirəm. Burada uşaqlar görürsünüz, mənfi 2 kosinus və mənfi kosinus. Hər ikisi mənfi olduğuna görə onları toplayıram. Mənfi 3 kosinus 4x bərabər 2-ni göndərsək 5-in yanına mənfi 2 şəklində gələr. 5-dən 2 çıxarıq, 3 qalar. 3. Bax belə. Kosinus 4x bərabərdir mənfi 1-ə.
4x bərabər kosinus mənfi 1 alır. Pi üstə gəl 2 pi k-da. X də bərabərdir. Hər tərəfi 4-ə bölməliyik. Pi böl 4. Üstə gəl. Uşaqlar, burada 2 pi k-nı 4-ə böləndə 2 və 4 ixtisar gedir. Yəni pi k bölünsün 2 qalır. Baxaq görək 6-cı sualda bu hansı bənddədir? Y bəndindədir. 6-cı sual olur Y. Keçid alaq 7-yə. Deməli, bu bölməni yaxşı işləyə bilmək üçün bundan öncəki bölmələrin gərəksiz qaydalarını yaxşı biləsiniz uşaqlar. 7-ci suala baxaq. Yenə dərəcəni aşağı salma düsturunu tətbiq etməliyik. 2 vurulsun. Bu misalımızda 2-dir. Sinus kvadrat x-in yerinə nə yazıram uşaqlar? Baxın, düsturu birbaşa yazıram bura. Sinusda düsturda çıxaq var. 1 çıxılsın. Kosinus 2 sanki 2-nin yanına düşür. 4x bölək 2. Bax, bu bizim düsturumuzdur. Bərabərdir 1-ə. İndi həll edək. İkilərimiz ixtisar gedir. 1 çıxaq kosinus 4x bərabərdir 1-ə. Kosinus 4x bərabərdir 1-dən 1 çıxırıq olur 0. 4x bərabər kosinus uşaqlar 0-ı alır 90-da. Pi böl 2 üstəcəl pi k-larda. Xüsusi halda əzbərləmək lazımdır. Hər tərəfi 4-ə bölsək pi böl 8 üstəcəl pi k bölək 4 alarıq. Pi böl 8 pi k bölək 4. 7-ci sualda cavab olur Y bəndi. 8-ci sual yenə də eynidir. Dərəcəni aşağı salma düsturudur. Sadəcə orada uşaqlar 8-ci sualda sürətdə üstə gələkdir. Düsturu yaxşı bilsəniz, məncə problem olmamalıdır. 8-ci sualda sürətdə üstə gələkdir. 1 üstə gəl kosinus 4x bölə 2-dir orada. Düsturunuz diqqətlə baxsaz yaza bilərsiniz mənlə gəlir. Gəlin 9-cu suala baxaq. Deməli, tənliyini həll edin deyir. Burada dərəcəni aşağı salma düsturundan da istifadə edə bilərik uşaqlar. Bir də gəlin başqa bir yol sınayaq. Deməli, belə bir şey yazaq. Kənarda yazıram. Kosinus kvadrat 2x-in yerinə biz 1 çıxılsın sinus kvadrat 2x yaza bilərik. Düzdür? Gəlin bunu tətbiq edək. Bizdə qabaqda da 3 var deyə bu ifadəni 3-ə vuracam. Bax belə, bu şəkildə 3-ə vuracam. Çünki misalda bizdə kosinus kvadrat 2x-in qarşısında 3 var. Olur belə 3 çıxılsın 3 sinus kvadratı 2x bərabərdir 4 sinus 2x üstə gəl 3. Düzdürmü? Deməli, bərabərliyin sağ və sol tərəfindən 3-lərimiz islah gedir. 3-lərimiz islah getdi. Hamısını eyni tərəfə keçirdək uşaqlar. Deməli, olur 3 sinus kvadratı 2x üstə gəl 4 sinus 2x bərabərdir 0-a. Bu gördüyümüz kvadrat tənlikdir. Bunu burada istəyirsiniz T ilə əvəz edib də yaza bilərsiniz. T-siz də yazmaq mümkündür. Sinus 2x-i gəlin mötərizə xaricinə çıxardaq. Burada qalır 3 sinus 2x üstə gəl 4 bərabər 0. Hasil nə zaman 0-a bərabərdir? Vuruqlardan heç olmasa biri 0 olduqda. Hər birini ayrı-ayrılıqda 0-a bərabər edirəm. 3 sinus 2x üstə gəl 4 bərabər 0. Uşaqlar, burada aydın məsələdir ki, 4 keçir sağ tərəfə, 3 sinus 2x bərabər olur mənfi 4-ə. Sinus 2x-i də tapdıqda bu bərabər mənfi 3-də 4 olacaq. 3-də 4 də mənfi 1 tam 3-də 1 demək olduğuna görə, yəni mənfi 1-i keçir. Biz də bilirik ki, mənfi 1-dən sinus böyük ola bilməz. Ona görə burada cavabımız olur boş çoxluq. Qaydırıq digər tərəfin həllinə, sinus 2x bərabər 0-ın həllinə. 2x bərabərdir, sinus 0-ı alır deməli pi k-da, x də bərabərdir, pi k bölünsün 2-də. Deməli, 9 pi k böl 2. Cavab olur Y bəndi. Demək olar, o bir suallarımızda Y bəndi çıxmışdı. 9Y, birinci səhifəmizi bitirdik. Keçid alaq növbəti səhifəyə. Lüfəmizi təmizləyək. Baxaq, 10-cu sualda da eyni qaydadadır. Sinus kvadratı 2x-in yerinə 1 çıxaq kosinus kvadrat 2x yazıb həll edirsiniz. Gəlin 11-ə baxaq. Deməli, 2 sinus kvadratı x bərabər 3 kosinus x yazılıbdır. Gəlin belə bir şey yazaq. Burada kənarda qeyd edirəm. Sinus kvadratı x-in yerinə uşaqlar biz 1 çıxılsın kosinus kvadrat x yaza bilərik. Gəlin yazaq və tətbiq edək. Qarşıda 2 olduğuna görə biz bu ifadəni 2-yə vurmalıyıq. 2 çıxılsın 2 kosinus kvadratı x bərabər 3 kosinus x-ə. Eyni tərəfə keçirdirəm, sağ tərəfə keçirdəcəm hamısını. 2 kosinus kvadratı x üstə gəl 3 kosinus x çıxılsın 2 bərabər 0. Hamısını eyni tərəfə yığdım. Bu gördüyümüz kvadrat tənlikdir. Kvadrat tənliyin gəlin indi köklərini tapaq. Birinci diskriminant tapıram. B kvadrat çıxılsın 4AC-yə görə
Deməli, üstə gələk. 4, 2, 2, 8, 16 edir. Düzdürmü? 25. Diskriminantımız 25-dir. 25-dən də kök 5 çıxacaq. X1 kökümüz bərabərdir mənfi 3 üstə gəl 5 bölünsün 4. Bu isə eləyir 4-də 2, yəni 2-də 1. X2 kökümüz isə uşaqlar mənfi 3 çıxılsın 5 bölünsün 4. Mənfi 8 bölünsün 4 olur. İxtisar gedir. Mənfi 2 qalır. İndi nə edirik uşaqlar? Bizim tənliyimiz kosinusdan asılıdır, düzdür? Bir dəfə yazıram kosinus x bərabərdir 2-də 1. Bu tənliyi həll edəcəm. Bir dəfə də yazıram kosinus x bərabərdir mənfi 2. Aydın məsələdir ki, yəni hər bir kökü ayrı-ayrılıqda bərabər edirəm. Aydın məsələdir ki, kosinus mənfi 2 qiymətini almayacaq. Çünki boş çoxluqdur, həmin qiyməti almır. Digərini də həll edək. X bərabərdir. Kosinusda biz bilirik ki, plus minus yazmaq lazımdır. 2-də 1-i kosinus alır 60 dərəcədə, yəni pi bölü 3-də, üstəgəl 2 pi k-larda. Baxaq görə indi hansı bənddədir. Plus minus pi bölü 3, üstəgəl 2 pi k. 11-ci sual cavab olur A bəndi. Keçid alaq digər sualımıza. 12 fərqli sualdır. Gəlin 12-yə baxaq. 12. Deməli, kəsirli bir ifadə veribdir uşaqlar. Gəlin bunu çarpaz vuraq. Sinus kvadratı x-i 12-ci sualda sağ tərəfə çarpaz vursaq görək nə alarıq. 3 bərabər 3 sinus kvadrat x üstəgəl uşaqlar sinus kvadratı x vurulsun. Kotangensin yerinə istəyirəm ki, belə bir şey yazaq. Kotangensin öz açılışını kosinus kvadrat x bölək sinus kvadrat x yaza bilərikmi? Kotangens kosinusun sinusa nisbətidir. Kvadrat olduğuna görə də sadəcə başlarına kvadrat yazmışam. Və buradan açıq aydın görünür ki, sinus kvadrat x-lər ixtisar gedir. Amma və lakin biz kənarda həmin o sinus kvadratı x-ə fərqlidir 0 şərtini verməliyik. Daha sonra bu hissənin nə demək olduğunu göstərəcəm. Gəlin davam edək. 3 bərabər 3 sinus kvadratı x üstəgəl kosinus kvadratı x. Baxın, belə bir fayda aldım. Uşaqlar, burada kosinus kvadratı x-in yerinə 1 çıxılsın sinus kvadratı x yaza bilərəm və yaxud burada parçalama ilə də gedə bilərəm. Hər iki yol doğrudur. Siz hansını istəsəz o formada da yaza bilərsiniz. Mən istəyirəm ki, kosinus kvadratı x-in yerinə yazam 1 çıxaq sinus 1 çıxaq sinus kvadratı x. Belə bir şey yazıram. Bu zaman nə alıram? 3 bərabər 3 sinus kvadratı burada uşaqlar 3 sinus kvadratından 1 sinus kvadratını çıxırıq. 2 sinus kvadratı x qalır. Üstəgəl 1. Düzdürmü? Müsbət 1 üçün yanına göndərsək 2 sinus kvadratı x bərabər 2-yə, hər tərəfi 2-yə bölsək sinus kvadratı x bərabər 1 alarıq. Sinus kvadratı x bərabər 1 tənliyində biz burada dərəcəni aşağı salma düsturunu tətbiq etməliyik. Sinusun dərəcəsini aşağı salma düsturu belədir. 1 çıxılsın kosinus, 2 sanki x-in yanına düşür. 2x bölək 2 bərabər 1. Çarpaz vuraq. 1 çıxılsın kosinus 2x bərabərdir 2-yə. Kosinus 2x bərabərdir mənfi 1-ə. Uşaqlar, aydındır ki, kosinus mənfi 1-i alır. Pi üstəgəl 2 pi k-da. Hər tərəfi də 2-yə bölsək, pi böl 2 üstəgəl pi k alarıq. 2 pi k-da orada ikilərimiz ixtisar gedir. Düzdürmü? Bəs indi nə etməliyik? Pi böl 2 üstəgəl pi k. Bu bizim cavabımızdır uşaqlar. Bir dəqiqə, bax, bunu dairəyə alıram. Bu bizim cavabımızdır. B bəndi. 12-ci sualda cavab B-dir. Burada sinus kvadrat x fərqlidir 0 şərtində. Orada biz əslində dərəcəni aşağı salıb 0-dan fərqli götürməliyik. Hal-hazırda bunun bu suala heç bir maneçilik yaratmadığına görə bizim cavabımıza burada davamını getmirəm. Ancaq sadələşdirib 0-dan fərqli şərtini də nəzərə almaq lazımdır hər zaman. 13-də də eyni qaydada həll olunur. Keçid alaq 14-də. İndi lövhəmizi silirəm. 14-cü sualda hamısını gəlin eyni tərəfə yığaq və kvadrat tənlik kimi həll edək. Deməli, 14. Uşaqlar, 2 kosinus kvadratı x-i saxlayıram. 3 kosinus x-i onun yanına keçirdirəm. Olur mənfi 3 kosinus x bərabərdir 0-a. Bəs necə həll edək? Kosinus x-i gəlin mötərizə xaricinə çıxardıq uşaqlar. Qalır 2 kosinus x çıxılsın 3 bərabər 0. Hər birini ayrı-ayrılıqda 0-a bərabər edək.
kosinus x bərabər 0-a və 2 kosinus x çıxılsın 3 bərabər 0-a. 2 kosinus x bərabərdir uşaqlar, mənfi 3-ü sağ tərəfə keçirdirəm, müsbət 3. Kosinus x isə bərabərdir 3-ü 2-yə bölürük, 1,5. Deməli, aydın məsələdir ki, kosinus 1-dən böyük qiymətlər ala bilməz. Bu hissəmizin cavabı boş çoxluqdur. Keçid alırıq digər tərəfə həll etməyə. X bərabərdir. Uşaqlar, kosinus 0-ı alır 90, yəni pi bölü 2 üstə gəl pi k-larda. Pi bölü 2 üstə gəl pi k. 14-cü sual cavab olur. Deməli, hansı bənd? B bəndi. 14-də cavabımız B-dir. Keçid alaq 15-ə. 15 fərqli sualdır, 14 kimi deyil. Deməli, 15-də nə deyir, baxaq. Sinus x üstə gəl kosinus x bərabərdir kök altda 2 yazılıbdır. Burada bir neçə yol getmək olar, uşaqlar. Köməkçi arqument daxil etməklə getmək olar, hər tərəfi kvadrata yüksəltməklə getmək olar. İstəyirəm ki, burada köməkçi arqument daxil etməklə gedək. Bilirsiniz niyə? Çünki həmişə biz demək olar ki, kvadrata yüksəltməklə yazırıq misalları. Gəlin bu dəfə də bu fərqli yoldan istifadə edək. Sinus x üstə gəl kosinus x bərabər kök altda 2. Aha, köməkçi arqument necə daxil edilir uşaqlar? Sinus x-in əmsalı qarşısında heç nə yazılmayıbdır deyə 1-dir. Baxın, bura 1-dir. Kosinus x-in də əmsalı 1-dir. Kök altda yazıram kənarda 1-in kvadratı üstə gəl 1-in kvadratı. Bu da bərabər kök altda 2 verir. Yəni, bu kök altda 2-ni başlayıram, hər birinə ayrı-ayrılıqda bölürəm. Yəni, hər birinin məxrəcinə bir dənə kök altda 2 yazıram. Baxın, bu şəkildə. Bəs necə olacaqdır? Burada bir dənə kök altda 2 yazıram. Hər tərəfi kök altda 2-yə bölürəm. Deməli, 1 böl kök altda 2 sinus x üstə gəl 1 böl kök altda 2 kosinus x bərabər kök altda 2-ni də kök altda 2-yə bölürük 1. Uşaqlar, köməkçi arqument daxil edəndə nə edirsiniz? Baxın, 1 böl kök altda 2-ni biz sinus neçə dərəcədə alır? Birinci onu düşünək. 45 dərəcədə alır, düzdür? Kök altda 1 böl kök altda 2 45 dərəcənin qiymətidir. Yəni pi böl 4-ün qiymətidir. Mən 1 böl kök altda 2-nin yerinə yazıram sinus pi böl 4. 45 də yaza bilərsə eyni şeydir. Və sinus x. Üstə gəl. 1 böl kök 2-nin yerinə bu dəfə yazıram kosinus pi böl 4. 45 dərəcədə həmin qiyməti verir. Kosinus x bərabər 1. Bu gördüyümüz kimi kosinusun düsturudur. Kosinusun toplama düsturlarında açılış formasıdır. Bəs necə bağlayırıq? Yazırıq kosinus. Deməli, pi böl 4 çıxılsın x və yaxud x çıxılsın pi böl 4 yaza bilərsiniz. X çıxılsın yazıram pi böl 4 bərabərdir 1-ə. Baxın, bu şəkildə bağladım. Deməli, niyə çıxılsın yazdıq? Kosinus 4-ü üstə gərək olanda çıxaq yazmaq lazım uşaqlar. X çıxılsın pi böl 4 bərabərdir. Kosinus 1-i alır. Deməli, 90. Kosinus 1-i alır 2 pi k-da. Buraya yazıram 2 pi k. X də bərabərdir. Mənfi pi böl 4-ü keçirdirəm sağa tərəf. Pi böl 4 üstə gəl 2 pi k. Deməli, 15-ci sual. Pi böl 4 üstə gəl 2 pi k. Baxaq, hansı bəndədir? Y bəndindədir. Bax, bu üsula deyirlər köməkçi arqument daxil etmə üsulu. İlk öncə əmsalların kvadratları cəmini tapırsınız kök altda. Hər tərəfi bölürsünüz. Sonra toplama düsturuna gətirirsiniz uşaqlar. Aha, 16, 15 kimi deyil, fərqlidir. Gəlin 16-da yazaq. Deməli, gəlin çarpaz vuraq uşaqlar. 15 bərabər. Sinus x üstə gəl 1 ifadəsini vurmalıyam. 11 çıxılsın 2 sinus x-ə. Aha, gəlin vurub açaq. 15 bərabər. Baxın, sinus x-i bir dəfə 11-ə vuracam, bir dəfə 2 sinus x-ə. Sinus x-i 11-ə vururam, olur 11 sinus x. Çıxılsın. Sinus x-i 2 sinus x-ə vururam, olur 2 sinus kvadrat x. Sonra üstə gəl. Bu dəfə 1-i vururam. 1-i bir dəfə 11-ə, bir dəfə 2-yə. 1-i 11-ə vurduqda olur 11. Çıxılsın. 1-i 2 sinus x-ə vurduqda 2 sinus x. İndi isə başlayaq sadələşdirməyə və hamısını uşaqlar sol tərəfə doğru keçirdəcəm ki, işarələri hamısının müsbət olsun. Yəni, mənfi 2 sinus kvadrat x sola keçir, olur müsbət 2 sinus kvadrat x. 11 sinus x-dən 2 sinus x-i çıxıram, qalır 9 sinus x müsbət. Sol tərəfə keçir, mənfi 9 sinus x olur. Burada bir müsbət 11-imiz var. Müsbət 11 sola keçib mənfi olur. 15-dən 11 çıxılır. Müsbət 4 qalır. Bərabər 0.
Baxın, belə bir kvadrat tənliyi aldıq. Gəlin indi onun diskriminantını hesablayaq. Diskriminant bərabər b kvadrat, yəni 81 çıxılsın. 4ac hissəmiz də edir 32. Burada qalır, deməli 49. 49-dan kök çıxır 7. Deməli, x1 kökümüzü tapaq. x1 kökümüz olur 9 üstəgəl 7 bölünsün 4. 16'ın 4'e böldükdə 4. x2 kökümüz olur 9 çıxılsın 7 bölünsün 4. Burada uşaqlar 4'də 2 ixtisar gedir, 2'də 1 qalır. İndi nə etmək lazımdır? Sinus, bizim tənliyimiz sinusdan asılı tənlikdir, düzdür uşaqlar? Köklərin hər birini ayrı-ayrılıqda sinusa bərabər edirəm. Yəni sinus x bərabər bir dəfə 4 yazıram. Aydın məsələdir ki, burada cavab borc çoxluqdur. Sinus 4-ə bərabər ola bilməz. Bir dəfə də sinus x bərabərdir 2-də 1 yazırıq. X bərabərdir. Sinus olduqda mənfi 1 üstü k yazmaq lazımdır. 2-də 1 sinus alır, deməli 30 dərəcədə. Bu isə pi bölü 6 deməkdir. Üstəgəl pi k. Pi bölü 6 üstəgəl pi k. 16-cı sual. Pi bölü 6 üstəgəl pi k. B variantındadır. Deməli, cavabımız olur B. 16-da B. Silək və keçid alaq növbəti suala. Ümid edirəm ki, başa düşərsiniz. Aha, baxaq görək 17 uyğunluq təşkil eləyirmi? 17 də fərqli üsulla yazacaq. Gəlin 17-yə də baxaq uşaqlar. Deməli, burada istəyirəm ki, cəmdən hasilə keçmə düsturundan istifadə olunacaq uşaqlar. Gəlin o cəmdən hasilə keçmə düsturunu bir dəfə izah edeyim, sonra keçək burada misalı yazaq. Cəmdən hasilə keçdikdə necə eləyirik? Sinusdur, hər ikisi gördüyünüz kimi sinus 9x və sinus 5x. Deməli, düstur belədir. Bir dəfə yazacağım 2 vurulsun sinus. Buradakı 9x və 5x uşaqlar toplayıram və 2'ye bölürəm. Kosinus həmin 9x və 5x-i çıxıb 2'ye bölürəm. Baxın, bu şəkildə həll olunacaqdır. Bu bizim qaydamızdır. Onda qiymətləri artıq birbaşa yaza bilərik. 2 sinus 9 və 5'i toplayırıq 14, 2'ye bölürük 7x kosinus 9 və 5x'i bir-birindən çıxırıq 4x, 2'ye böldükdə 2x. Bax, bu şəkildə. Bərabərdir 5 kosinus 2x. Aha, buradan kosinus 2x'ləri ixtisar edirik. Kənarda yazırıq özümüz üçün. Kosinus 2x fərqlidir 0-dan. İxtisar edəndə mütləq bu şərti vermək lazımdır. Geriyə qalır əlimizdə nə? 2 sinus 7x bərabərdir 5. Sinus 7x'i tapmaq istəsək 5'i 2'ye bölərik. Olar 2,5. Aydın məsələdir ki, sinus 2,5'ə bərabər qiymət almayacaq. Burada cavabımız olur boş çoxluq. Gedirik bu mavi hissədə yazdığımız deməli kosinus 2x bərabərdir 0 fərqlidir 0 hissəsinə. İndi gəlin onu həll edək. Deməli 2x fərqlidir. Kosinus 0'ı alır uşaqlar 90. Pi böl 2 üstəgəl pi k-da. Hər tərəfi 2'ye bölsək x fərqlidir demək olacaq. Pi böl 4 üstəgəl pi k böl 2. Pi böl 4 üstəgəl pi k bölünsün 2. 17-ci sual. Baxaq hansı bəndədir? A bəndindədir. Deməli 17-də də cavabımız olur A bəndi. Keçid alaq 18-ə. Aha, bunu da təmizləyək və davam edək. Deməli 18'də gördüyümüz kimi kəsrli bir ifadə verilibdir uşaqlar. Burada 0 bərabərdir 0 yazılıbdır. Biz bilirik ki, məxrəcimiz heç vaxt 0 ola bilməz. Yəni 1 plus sinus x fərqlidir 0, sinus x fərqlidir mənfi 1-dən. X də fərqlidir, sinus mənfi 1'i alır, mənfi 90'da. Pi bölü 2 üstəgəl 2 pi k. Mənfi pi bölü 2. Sürət isə 0 ola bilər. Kosinus x. Kosinus x, bircə dəqiqə. Kosinus x bərabərdir 0. X də bərabər. Deməli, kosinus 0'ı alır uşaqlar 90 dərəcədə. Yəni, pi böl 2 üstəgəl pi k-larda. İndi nə etmək lazımdır? Bizə deyir ki, mənfi 2 pi və müsbət 2 parçasında yerləşən neçə kökü var. Öncə istəyirəm ki, k-ya başlayaq qiymət verək. Uşaqlar, k-ya qiymət verəcəm və hər birinin qabağından da öz qiymətinə uyğun yazacağım. Deməli, k-mız olsun 0. K bərabər 0 olduqda buradan belə bir xətt çəkirəm və qiymətlərini yazacağım. K-nın yerinə 0 yazdıqda bura olur mənfi 90. Burada isə K-nın yerinə 0 yazdıqda olur müsbət 90. K-nın yerinə indi yazıram 1.
K-nın yerinə 1 yazdıqda burada K-nın yerinə baxın, burada 1 yazanda 2 pi vurulsun 1 eləyir 360 dərəcə və burada mənfi pi bölü 2 də mənfi 90 deməkdir. 360-dan 90 çıxdıqda 270 edir. Bu hissədə K-nın yerinə 1 yazdıqda, baxın burada, olur 180 üstə gəl 90, müsbət 270. K-nın yerinə indi gəlin yazaq 2. K-nın yerinə yuxarıda 2 yazdıqda nə baş verəcək? Olur deməli 4 pi, uşaqlar, 4 pi'mizdə böyük bir rəqəm eləyəcəkdir. Deməli 4 vurulsun 180, 720 eləyir. 720-dən də 90 çıxsaq, onsuz da bu aralığa heç düşməyəcək. Yəni mənfi 360, müsbət 360 aralığına düşmür. Orada pi'lər 180 dərəcə deməkdir axı. Gəlin aşağıda baxaq. K-nın yerinə 2 yazsaq, 360, 90 da gəlsək, bu 450 dərəcə eləyir və bu da həmin aralığa düşmür deyə K-ya bərabərdir 2 verməyə ehtiyac yoxdur. Yenə deyirəm, qiymətlər, baxın burada 18-ci sualda bizə müəyyən bir aralıq verir. Mənfi 360 və müsbət 360. Bu aralıqda olmalıdır. Bu aralığı aşan qiymətləri onsuz da yoxlamağa dəyməz. Gəlin indi K-ya bir dəfə də mənfi 1 verək. K-ya mənfi 1 verdikdə yuxarıda nə olur? Deməli, mənfi 360, 90 gəlir, mənfi 450 dərəcə eləyir. Bunu da yazmağa dəyməz, çünki aralığımız aşır. Aşağıda isə K-ya mənfi 1 verdikdə, baxın burada kosinus x hissəsində. K-nın yerinə mənfi 1 yazdıqda. Mənfi 180, müsbət 90, mənfi 90 edir uşaqlar. K-ya 2 versək 360, mənfi 2 versək daha doğrusu. K-ya mənfi 2 versək, mənfi 360, üstə gəl 90, edəcək mənfi 270. Gəlin görə indi neçə kök ödədi bizdə. Baxın, yuxarıda bizdə deyir ki, bu hissədə K-mız, x-imizin qiyməti mənfi 90 və 270 ola bilməz, fərqlidir. Deməli, aşağıdan mənfi 90 və müsbət 270 qiymətlərini çıxardıram. Geriyə hansı qiymətlər qaldı uşaqlar? Müsbət 90 və mənfi 270. 2 ədəd qiymətimiz qaldı. Düzdür? Həmin bu 2 dənə kök, deməli, bu aralıqda yerləşir. Cavab olur B bəndi. 2 dənə. 2. Digərlərini ala bilməz. Çünki yuxarıda fərqli yazmışıq. Fərqlidir 0 yazıldığına görə digərlərini ala bilmir. Bax belə. Ümid edirəm ki, aydın olar. Əlimdən gəldiyi qədər çalışıram ki, başa düşəsiz. Suallar bəzən biraz sizə qarışıq gələ bilər. 19-cu sualda eyni qaydadadır. Məxrəci fərqli 0 verirsiniz. Sürəti də bərabərdir 0 yazırsınız. Sinus x bərabərdir 0 yazırsınız və həll edirsiniz. Sonra sadəcə K-ya qiymət vermək lazımdır ki, görəsiz hansı isə mənfi 360, müsbət 360 aralığına düşür, yoxsa yox. Baxaq 20-ci suala. 4 sinus kvadrat x çıxaq kosinus 2x bərabərdir 5. Uşaqlar, gəlin dərəcəni aşağı salma düsturunu tətbiq edək. Sinus kvadrat x-in yerinə yazıram 1 çıxılsın kosinus 2x bölə 2 çıxılsın kosinus 2x bərabərdir 5-ə. Deməli, 4 və 2-miz burada ixtisar gedir. Bu 2-ni də vurub açaq. 2 çıxılsın 2 kosinus 2x. Kənardakı hissəni köçürdürəm. Çıxaq kosinus 2x bərabərdir 5-ə. Deməli, 2-ni göndərirəm 5-in yanına, uşaqlar 2 5-in yanına mənfi şəklində keçir. Burada 2 kosinus x və digər kosinus 2x-i toplayanda mənfi 3 kosinus 2x bərabər 5-dən də 2 çıxdıq 3. Kosinus 2x də bərabər 3-ləri bölürük, mənfi 1 edir. 2x bərabərdir, kosinus mənfi 1 alır, pi üstə gəl 2 pi k-da. Hər tərəfi 2-yə bölsək, pi böl 2 üstə gəl pi k alarıq. Deməli, bu neçənci sual idi? 20-ci sual, pi bölü 2 üstə gəlinsin. Biz nə aldıq? Pi k aldıq. 20-də cavab olur, C bəndi. Bax belə. Keçid alaq 21-ə. 21 maraqlı sualdır. Lüfəmizi silək. Deməli, funksiyalarının kəsişmə nöqtələrinin absislərini tapın deyir bizə. Uşaqlar, biz bu sualdan funksiya bölməsində də işləmişik əslində bu tipli suallardan. Kəsişmə deyirsə, verilmiş funksiyaları bir-birinə bərabər götürüb həll etmək lazımdır. Bərabər götürək, həll edək 21. 2 kosinus, deməli, x çıxılsın pi bölü 6 bərabərdir kök altda 3 kosinus x-ə. Düzdür uşaqlar. İndi isə bu hissəni gəlin, baxın bu kosinus x çıxılsın pi bölü 6 hissəsini toplama düsturlarına əsasən açaq. Yazıram 2 vurulsun. Mütərizədə yazaq ki, uşaqlar qarşılıq olmasın. Kosinus x pi bölü 6 30 dərəcə deməkdir uşaqlar. İstəyirsiniz birbaşa 30 dərəcə yazaq ya da elə pi bölü 6 ilə də davam edirəm. Kosinus pi bölü 6.
Çıxaqda üstəgəl yazırıq. Sinus x sinus pi böl 6. Bu şəkildə açdıq. Toplama düsturuna əsasən bərabərdir kök altda 3 kosinus x-ə. İndi görək nə baş verir. Uşaqlar, kosinus pi böl 6-nın və sinus pi böl 6-nın qiymətlərini yerinə yazıram. 2 vurulsun. Kosinus pi böl 6 deməli 180 bölünsün 6 30 dərəcə deməkdir. Kosinus 30 dərəcədəki qiyməti kök altda 3 bölünsün 2-dir. Üstəgəl sinus pi böl 6 30 dərəcədir. Sinus 30 dərəcədəki qiyməti 2-də 1-dir. Qiymətlərini yerinə yazdım. Bərabər kök altda 3 kosinus x-ə. Uşaqlar, mötərizənin xaricindəki 2-ni hər birinə bir dəfə vururam. Vurduqda 2-lər ixtisar gedir. Qalır kök altda 3 kosinus x. Üstəgəl bu tərəfdə də 2-lər ixtisar gedir. Qalır sinus x bərabərdir kök altda 3 kosinus x-ə. Kök altda 3 kosinus x-lərimiz deməli islah edirlər. Sağ tərəfə keçirdəndə bunlar 0 edir. Qalır əlimizdə nə? Sinus x bərabər 0. X bərabərdir. Sinus 0-ı alır uşaqlar pi k-larda. Sinus 0-ı pi k-larda alır və 21-ci sualda da cavabımız olur Y bəndi. Bax belə. Toplama düsturundan istifadə etdik. 22-ci sualda eyni qaydadadır. Bərabər edirsiniz və toplama düsturuna əsasən açırsınız. Baxaq. 23 gözəl bir sualdır və tərs trigonometrik funksiyalara aid olan bir sualdır uşaqlar. Tərs trigonometrik funksiyalar ümid edirəm ki, yadınızda olar. Deməli, burada nə baş verir? Biz bilirik ki, kənarda istəyirəm biraz öncə danışaq. Arctangens mötərizənin içərisində də tangens hər hansı bir ədəd verilibdirsə, tutalım ki, x olsun, 3 olsun, 5 olsun, fərq yoxdur. Hər hansı bir ədəd verilibdirsə, burada arctangens və tangens bir-birindən ixtisar gedir. Cavabınız olur x. Ancaq bu x-imiz uşaqlar 90 dərəcə aralığında olmalıdır. Yəni mənfi 90 və müsbət 90 aralığında olmalıdır. Bizdə isə misalda 23-də 7 pi böl 8 verilibdir və bu aralığa düşmür. İndi bu aralığa necə salmalıyıq? Salmaq üçün uşaqlar 7 pi böl 8-i baxın görürsünüz. 7 pi böl 8-i pi çıxılsın pi çıxılsın pi böl 8 şəklində yazacağım. Həqiqətən baxın 8-i piyə vuranda 8 pi, çıxanda pini qalır 7 pi. Bəs bunu niyə bu şəkildə yazıram? 7 pi böl 8 uşaqlar yenə deyirəm. Mənfi 90, müsbət 90 aralığına düşmür. Ona görə də onu sanki parçalayıram. Dövrünü atıram və biraz daha kiçildirəm. Baxın bu şəkildə yazacağım. İndi silirəm bu hissələri. Bu hissələri silirəm və başlayıram misalın həllinə. Deməli 23. Yazıram. 4 bölünsün pi. Arctangens mötərizədə tangens. Uşaqlar, 7 pi böl 8 yazmıram. Yazıram pi çıxılsın, pi böl 8. Onsuz da bunu açanda 7 pi böl 8 verəcək. Üstəgəl tangens 2x bərabərdir. Digər tərəfi yerləşmir hələlik. Bu hissəni biraz sadələşdirək, sonra keçək digər tərəfi də sadələşdirərik. Deməli, uşaqlar, burada nə baş verir? Tangens burada 180 dərəcədə adını dəyişmir. 4 bölünsün pi. Arctangens mötərizədə tangens pi böl 8. Sadəcə pi baxın buradadır 180 dərəcə. Hər hansı bir bucaq çıxanda olur ikinci rübdə. İkinci və dördüncü rüblərdə tangens mənfidir. Ona görə burada qarşıya tangens bir mənfi atır. Bax, mənfisini də buradan yazıram. Oldu mu? Üstəgəl tangens 2x. Rübü artıq silirəm. Bu artıq bizə lazım deyil. Mənfisini başa düşdük. Deməli, tangenslər burada bir-birləri ilə ixtisar gedirlər uşaqlar. Bircə dəqiqə. Geri hardan? Deməli, burada tangenslərimiz bir-birləri ilə ixtisar gedirlər. Mənfi keçir qabağa, tangens tək funksiya olduğuna görə mənfini qabağa verir. 4 böl pi vurulsun pi böl 8. Burada isə pilərimiz və 4-dən 8 ixtisar gedir. Mənfi 2-də 1 qalır. Baxın, bu pi böl 4, arctangens, tangens olan hissədə cavabımız mənfi 2-də 1 oldu. İndi isə baxaq sualın geriyə qalan hissəsinə. Bir dəqiqə. Biraz bunu kiçildək. Yerimiz çatsın. Aha, kiçildik. İndi isə qaldığımız yerdən davam edək. Deməli, tangens olan hissənin cavabını tapdıq mənfi 2-də 1. Düzdür uşaqlar?
İndi yazıram belə. Mənfi 2-də 1 üstə gəl tangens 2x. Keçək indi sağ tərəfi sadələşdirməyə. Bərabər 2-də 1 kosinus. Uşaqlar, arkosinus mənfi 2-də 1 yazılıbdır. Arkosinus da mənfi olduqda kosinus və kotangesdə pi-dən çıxmaq lazımdır. 2-də 1-i kosinus alır 60 dərəcə, yəni pi böl 3-də. Yazırıq pi çıxılsın, pi böl 3. Mənfi olduğuna görə pi-dən çıxırıq. Kənarda yanında bir dənə də müsbət pi böl 3 var, onu da yazıram. Burada deməli mənfi və müsbət pi böl 3-lər islah gedir. Əlimizdə qalan hissələri yazaq. Mənfi 2-də 1 üstə gəl tangens 2x. Bərabər 2-də 1 vurulsun. Uşaqlar, qaldı əlimizdə kosinus pi. Kosinus pi 180 dərəcə deməkdir və 180 dərəcədə kosinusun qiyməti mənfi 1-dir. Deməli, mənfi 2-də 1 üstə gəl tangens 2x bərabərdir. Mənfi 1 2-də 1-ə vururuq, mənfi 2-də 1 olur. Mənfi 2-də 1-lər hər tərəfdən islah gedir. Tangens 2x bərabərdir, əlimizdə qalır 0. 2x bərabərdir, tangens 0 alır pi k-da, x də bərabər olur, pi k bölünsün 2-yə. Deməli, bu 23-cü sual idi. Cavabımız oldu pi k böl 2, yəni D-bəndi. Bax belə. Biraz misal uzun gedə bilər, ancaq tərs trigonometrik funksiyaları əgər yaxşı bilirsinizsə, düşünürəm ki, burada problem olmamalıdır. Gəlin keçək növbəti suala. Deməli, növbəti sualımız olur 25. Əslində biz 25 tipli sual biraz öncə dedik. 25 və 26-da biraz öncə sualların birində var idi. O tipdədir. Deməli, dedik ki, funksiyaların kəsişmə nöqtələri deyirsə, bir-birinə bərabər götürmək lazımdır. 2 kosinus x çıxılsın pi böl 3 bərabərdir. Kökatda 3 sinus x-ə. Düzdürmü? Dedik, bu hissəni gəlin toplama düsturuna əsasən açaq. 2 vurulsun kosinus x kosinus pi böl 3 üstə gəl sinus x sinus pi bölək 3. Bunu toplama düsturuna əsasən bu şəkildə yazıram. Bərabərdir kökatda 3 sinus x-ə. İndi isə uşaqlar gəlin dərəcə qiymətlərini yerinə yazaq. 2 kosinus x. Kosinus pi böl 3 deməli 60 dərəcə deməkdir və qiyməti 2-də 1-dir. Üstə gəl. Burada 180 bölək 3 60 dərəcə. Sinus 60 dərəcədə qiyməti kökatda 3 böl 2-dir. Qiymətlərini yerinə yazıram. Sinus x bərabərdir. Kökatda 3 sinus x-i də olduğu kimi köçürdürəm. Mötərizənin xaricindəki 2-ni, mötərizənin daxilinə hərəsinə bir dəfə vurub açıram. 2-lər ixtisar gedir. Qalır əlimizdə kosinus x üstə gələk. 2-lər yenə getdi. Kökatda 3 sinus x bərabərdir. Yenə də kökatda 3 sinus x-ə. Bu isə misalın əvvəlindən bura qədər gözləyirdim. Sağ tərəfə keçirsək, deməli kökatda 3 sinus x-lərimiz islah gedər. Kosinus x bərabərdir 0 alarıq. X bərabər, uşaqlar, kosinus 0 alır 90 dərəcədə, yəni pi böl 2 üstə gəl pi k-larda. Pi böl 2 üstə gəl pi k, deməli 25-ci sualdır. 25-də isə cavabımız olur C bəndi. 25-ci. 26-da da eyni qaydadadır. Bərabər götürürsünüz və toplama düsturlarına əsasən sadələşdirirsiniz. Baxaq 27-ci suala. 27-də sinus kvadrat 3x üstə gəl kosinus kvadrat x bərabər 1 veribdir. 1 tənliyi verir. Gəlin görək necə sadələşdirə bilərik. Uşaqlar, kosinus kvadratı x-i biz sağ tərəfə doğru keçirdə bilərik. 1 çıxılsın kosinus kvadrat alarıq və o da bizə sinus kvadratı x verər. Bu şəkildə də yazmaq olar. Bir də dərəcəni aşağı salma düsturları ilə də yazmaq olar. Gəlin elə birinci dediyimiz qayda ilə yazaq. Kosinus kvadratı x-i keçirdək sağ tərəfə. Deməli, 27-ci sual. Sinus kvadratı 3x bərabərdir. 1 çıxılsın kosinus kvadrat x-ə. Deməli, sinus kvadrat 3x-imiz, uşaqlar, buradan bərabərdir. Sinus kvadrat x. Gəlin, hər birinin ayrı-ayrılıqda dərəcəsini aşağı salaq. Bu isə olur 1 çıxılsın kosinus, 2 düşür 3-ün yanına. 6x. 6x bölünsün 2. Bərabər, sağ tərəfdə də 1 çıxılsın kosinus, deməli olur 2x bölünsün 2. Uşaqlar, baxın, 2-lər ixtisar gedir. Açılanda 1-lər islah gedir. Mənfilər gedir və belə bir ifadə qalır əlimizdə. Kosinus 6x bərabər kosinus 2x-ə. Sol tərəfə keçirsək, kosinus 6x çıxılsın kosinus 2x bərabərdir 0-a. İndi isə uşaqlar nə edirik? Deməli, fərqdən hasilə keçirik. Orada trigonometriyada belə düsturlar var. Cəmdən və fərqdən hasilə keçmə düsturları. Bax, biz də həmin düsturu tətbiq edəcəyik. Düstur belə yazılacaq. Mənfi
2. Deməli, sinus 6x-dən 2x-i çıxırıq uşaqlar. Bir dəfə toplayıb, bir dəfə çıxacaq. 6x və 2x-i toplayarıq 8x, 2 yerə bölərik 4x. 6x-dən 2x-i çıxarıq 4x, 2 yerə bölərik 2x. Kosinus 2x. Bir dəqiqə, kosinus yox, sinus. Sinus, deməli 2x bərabərdir 0. Deməli, bir dəfə toplayıb 2-yə böldük, bir dəfə də çıxıb 2-yə böldük. Bəs hasil nə zaman 0-a bərabərdir? Vuruqlardan hər birini ayrı-ayrıqda 0-a bərabər etmək lazımdır uşaqlar. Sinus 4x bərabər 0, 4x bərabərdir. 4x bərabərdir pi k-ya, x də bərabər pi k bölünsün 4-ə. Eyni şəkildə digər tərəf 2x bərabərdir pi k, x də bərabərdir pi k bölünsün 2. Deməli, belə. Biz baxırıq 27-ci suala. 27-ci sualda bizdən tənliyini həll edin deyir. 2 cavab aldıq. Pi k böl 4 və pi k bölünsün 2. Bəs biz hansını götürməliyik? Hamısını daxilinə alanı, hər biri üçün ödəyəni götürməliyik. Burada isə cavabımız olur pi k bölünsün 4. Deməli, niyəsini də deyək uşaqlar. Burada ortağımız pi k böl 4'dür. Yəni, hər ikisinə bölünən ortaq əbob pi k böl 4 olduğuna görə onu götürürük. 27-də cavab olur A bəndi. 28-də eyni qaydadadır. Bir çıxaq kosinus kvadrat yazıb sinus kvadratına gətirib, sonra da dərəcəni aşağı salacaqsınız. Baxaq. Gəlin 29-la davam edək. Deməli, 29-da yenə dərəcəni aşağı salma düsturundan istifadə edə bilərik və başqa bir neçə düsturda yazmaq olar bura. Gəlin belə bir şey eləyək. Sinus kvadratı x-i kosinus kvadratı x-lə əvəz edək. Yəni 3 vurulsun. Sinus kvadratı x-in yerinə yazıram. 1 çıxılsın kosinus kvadrat x. Çıxılsın kosinus kvadratı x bərabərdir 4 kosinus x-ə. Vurub atsaq 3 çıxılsın 3 kosinus kvadrat. Çıxılsın kosinus kvadrat x bərabərdir 4 kosinus x-ə. Uşaqlar, mənfi 3 kosinus kvadrat və mənfi kosinus kvadrat bizə verir mənfi 4 kosinus kvadrat x. Üstə gəl 3 bərabərdir 4 kosinus x-ə. Sağ tərəfə keçirdək, qoy işarələri düzəlsin. 4 kosinus kvadratı x. Üstə gəl 4 kosinus x. Müsbət 3 də sağa keçir, mənfi 3 olur, bərabərdir 0-a. İndi isə gəlin kökləri tapaq. Diskriminantımız bərabər b kvadrat 16. 16 üstə gəl. 16, 3, 48 edir, 64 olacaqdır burada. 64-dən isə diskriminant 8 çıxır. Deməli, x1 kökümüz olur mənfi 4 üstə gəl 8 bölünsün 8. Olur sürətimiz 4, 8, 2-də 1. x2 kökümüz isə mənfi halıdır. Mənfi 4 çıxılsın 8 bölə 8. 8-də mənfi 12 edir. Bu isə 4-ə ixtisar getdikdə mənfi 2-də 3 deməkdir. İndi isə kökləri hər birini ayrı-ayrıqda bərabər etmək lazımdır. Uşaqlar, aydın məsələdir ki, kosinus x bərabərdir mənfi 2-də 3 boş çoxluq olacaq. Çünki bu mənfi 1,5-dir. Kosinus isə mənfi 1,5 ala bilməz. Kosinus x-i bir dəfə də bərabər edirik 2-də 1-ə. X bərabər olur. Kosinusda həmişə plus minus yazmaq lazımdır. 2-də 1-i kosinus alır 60 dərəcədə. Bu isə pi bölək 3 deməkdir. Üstə gəl 2 pi k. Deməli, biz yazdıq 29-cu sualı. Cavabımız oldu plus minus pi bölü 3 üstə gəl 2 pi k. O isə hansı bəndədir? C bəndindədir uşaqlar. 29 olur C bəndi. Keçid alaq 30-a. Deməli 30. Burada belə bir ifadə verilib də. Gəlin bu kosinus x-i göndərək 2-nin yanına. Kök orada tək qalsın uşaqlar. 10 üstə gəl kosinus x bərabər 2 çıxılsın kosinus x. Və kökdən canımızı qurtarmaq üçün gəlin hər tərəfi kvadrata yüksəldək. Bu hissəni də kvadrata yüksəldirəm. Sağ tərəfi də mötərizəyə alıb kvadrata yüksəldirəm. Birinci tərəfdə kvadrat və kök gedir. Əlimizdə qalır belə bir ifadə. 10 üstə gəl kosinus x bərabər. İkinci tərəfi isə müxtəsərə görə açaq. Birincinin kvadratı hasilinin 2 qatı. Üstə gəl ikincinin kvadratı kosinus kvadrat x. Gəlin hamısını yığaq eyni tərəfə. Kosinus kvadrat x. Kvadrat tənlik formasına salmağa çalışıram. Müsbət kosinus x sağ tərəfə keçəndə mənfi olur və mənfi 5 kosinus x eləyir. 10 da sağ tərəfə keçir mənfi olur. 4 çıxılsın 10, mənfi 6 olur, bərabər 0. Burada v-lə də kökləri tapa bilərik. Mənə elə gəlir ki, uşaqlar düzdürmü?
Deməli, bizə lazımdır vuranda -6 toplayanda 5 eləyən köklər. Bunlar da hansı olacaqdır? Deməli, -6 və -1 baxaq görək ödəyirmi? Bəli, ödəyir. -6 və -1 bizim köklərimizdir. Kosinus x-ə hər birini ayrı-ayrılıqda bərabər edək. Kosinus x bərabər 6 və kosinus x bərabərdir. -1 tənliklərini həll edək. Aydındır ki, kosinus 6-ya bərabər olmayacaq boş çoxluqdur. Çünki 1-dən böyük qiymətlər ala bilməz. Digər tərəfdə isə x bərabərdir. Kosinüsün -1-ə bərabər olduğu hal, xüsusi haldır. Pi üstəgəl 2 pi k şəklində tapılır. Pi üstəgəl 2 pi k 30-cu sualda görək varmı? Hansı bəndədir varsa. 30 olur Y bəndi. Y bəndindədir. Cavabımız oldu pi üstəgəl 2 pi k. 31 də eyni qaydadadır. Sağ tərəfə keçirdib kvadrata yüksəltmək lazımdır. Gəlin 32-yə baxaq. 32-ci suala aid bir sual demişdik. Köməkçi arqument daxil etmək. 32-də və 33, 34-cü suallarda eyni qaydadadırlar. Hər üçü eyni qaydadadır. Bir dənəsini yazacağım burada uşaqlar. 32-yə gəlin baxaq. Deməli, sinus x çıxılsın kosinus x bərabərdir 0. Bu bizim verilmiş tənliyimizdir, düzdürmü? Siz diqqət eləməlisiniz ki, hər birinin qarşısında əmsal 1-dir. Düzdür. Gedirsiniz kənarda həmin o qarşıda yazılan rəqəmləri 1-in kvadratı üstəgəl 1-in kvadratı yazırsınız. Olur kök altda 2. Və verilmiş tənliyin hər bir tərəfini kök altda 2-yə bölürsünüz. Kök altda 2. Baxın, burada yazıram kök altda 2. Burada isə 0-ı da əslində bölməliydim. Sadəcə böləndə onsuz da 0 alınacaqdır deyə daha orada yazmağıma ehtiyac görmürəm. Deməli, 1 böl kök altda 2-ni mən həmişə kosinusdan yazıram uşaqlar. Onu da deyim ki, mən bunu kosinusun toplama düsturuna gətirirəm. Yəni, necə yazıram? 1 böl kök altda 2-ni sinus neçə dərəcədə alır? Təbii ki, 45 dərəcədə düzdür. Pi böl 4-də. Baxın, bu gördüyünüz 1 böl kök altda 2-nin yerinə mən yazıram sinus pi böl 4. Burada da sinus x. Sonra çıxılsın 1 böl kök altda 2-ni kosinus alır deməli. Pi böl 4-də. Bir dəqiqə düzəldim. Yazıram kosinus pi böl 4 kosinus x bərabərdir 0. Aha, bu deməli qoşa-qoşa olduğuna görə kosinusun toplama düsturlarından biridir. Yazırıq kosinus. Mötərizənin içərisində isə uşaqlar burada çıxaq olduğuna görə üstəgələk olacaqdır. X üstəgəl pi böl 4 bərabərdir 0-a. X üstəgəl pi böl 4 bərabərdir kosinus 0-a alır pi böl 2 üstəgəl pi k-da. Pi böl 4-ü keçirsək sağ tərəfə pi böl 2-dən çıxmalı olacaq. Çünki mənfi ilə keçir. Deməli, x-də bərabər. Pi böl 2 90-dır, pi böl 4 45-dir uşaqlar. 90 çıxaq 45, 45 verir axı. Onu da elə birbaşa pi böl 4 yaza bilərsiniz. Pi böl 4 üstəgəl pi k. Deməli, 32-ci sual pi böl 4 üstəgəl pi k olur A bəndində. Digər suallarda eyni bu qaydada yazacaqsınız. 33-ü və 34-ü də. İstəyirsiniz gəlin 34-ü də yazım. Sonra deyirsiniz ki, müəllim arada çox sual buraxır. Deməli, biraz yuxarı sürüşdürək. 34-cü sualı deyirəm. Deməli, kök altda 3 sinus x üstəgəl kosinus x bərabər 0. Düzdür? İndi burada bizdə əmsallar hansılardır? Biri kök altda 3-dür. Digəri isə kosinusun qarşısında rəqəm yoxdur, 1-dir. Deməli, kök altda 3-ün kvadratı 3 verir, 1-in kvadratı 1. Kök altda 3-ün üstə 1 gəldik, oldu 4. 4-dən də çıxdı 2. Yəni, verilmiş hər bir həddi 2-yə böləcəm burada. Bayaqları 2-də 1-ə bölürdük. Bayaqları kök altda 2-yə böldük uşaqlar. Burada isə tam kökdən çıxdı. Aha. İndi, kök altda 3 bölü 2-ni sinus neçə dərəcədə alır? Birinci onu fikirləşək. 60 dərəcədə düzdür. Deməli, mən bura sinus pi bölü 3 yaza bilərəm. Kök 3 bölü 2-nin yerinə. Daha sonra sinus x. 60 dərəcəni düzmü yazdıq? Bəli. Üstəgəl, kosinus 2-də 1 yazılıb. Bax, burada qarşıda 2-də 1 yazılıbdır. Düşünürəm ki, kosinus 2-də 1-i neçə dərəcədə alır? Kosinus 2-də 1-i də 60 dərəcədə alır. Düzdür? Burada yazıram kosinus pi böl 3, digəri də onsuz da kosinus x-dir, bərabər 0. Mən həmişə kosinusa gətirirəm. Hər birini, baxın, belə qoşa-qoşa yazıram. Sinus, sinus, kosinus, kosinus bu şəkildə. Aha, kosinusun toplama düsturuna əsasən üstəgəlmə olanda mən əksinə çıxma yazmalıyam. Pi böl 3 çıxaq x. Və yaxud x çıxaq pi böl 3 də yaza bilərsiniz. Elə gəlin x çıxaq pi böl 3 yazaq, bərabərdir 0-a. X çıxılsın, pi böl 3 bərabərdir. Uşaqlar kosinus 0-ı alır, dedik 90 dərəcədə, yəni pi böl 2 üstəgəl pi k-larda. X bərabərdir, mənfi pi böl 3-ü sağa keçirdəndə müsbət pi böl 3 olur.
Pi bölü 2 ilə biz indi gərək onu toplayaq. Əkob etməklə toplayırsınız uşaqlar. Əkobunuz olur 6-da 5 pi üstə gəl pi k. Toplayanda. Deməli, baxaq görək varmı belə bir cavab? Yoxsa biz orada çıxaqla mı yazmalıydıq? Bir dəqiqə, baxım görüm. Yox, belə bir cavab yoxdur. Biz orada yerini dəyişik yazdıq. Hə, yerini dəyişik yazmışıq uşaqlar. Baxın bu hissədə bizdə birinci pi bölü 3 gəlir axı. Biz pi bölü 3 yazmalıydıq. Baxın burada. Bir dəqiqə göstərim sizə. Bax, bir dəqiqə diqqət eləyin. Burada görürsünüz birinci pi bölü 3 gəlir deyə biz pi bölü 3'ü yazmalıydıq. Pi bölü 3 çıxılsın x bərabərdir 0. Pi bölü 3 çıxaq x bərabər kosinus deməli 0 alır 90 dərəcədə pi bölü 2 üstə gəl pi k-da. X də bərabərdir. Biz azalandan fərqi çıxırıq da. Pi bölü 3-dən pi bölü 2-ni çıxmalıyıq. Və yaxud pi bölü 2 çıxılsın pi bölü 3'dür. Sonra mənfisini də ata bilərsiniz. Eyni şeyə gəlir. Bura 2-dir. Üstə gəl pi k. X bərabər 6-da deməli mənfi pi olacaq uşaqlar. 6-da mənfi pi üstə gəl pi k. Bu isə hansı bəndədir? 34-də olur A bəndində. Bax belə. Deməli, orada birinci pi bölü 3 gələndə pi bölü 3'ün özünün yerini yazmaq lazımdır. Dəyişik yazanda cavabı səhv verir. Görürsünüzmü? Cavab oldu A bəndi. 34. Keçək növbəti suala. Yaxşı ki 34'ü yazdıq. Çünki orada maraqlı bir hissə yaşandı. 35'ə baxaq. Deməli, kvadrat görürəm. Kvadrat görürüksə, burada dərəcəni aşağı salma düsturunu təbii ki tətbiq etmək lazımdır. 2 vurağı yazaq. Bu 2 vuraq misalının özünün ikisidir. Deməli, kosinus olduqda üstə gələkdir uşaqlar. Baxın, burada x bölü 2 argumenti var, düzdür. Bu kvadratdakı 2'ni sanki elə bil mən bunun yanına salanda, buradakı bu 2'lər ixtisar gedir və x-in özü qalır. Buraya yazıram kosinus x bərabərdir. Kosinus x üstə gəl kosinus 2x. Misalın geri qalan hissəsini köçürtdüm. Burada 2'lərimiz ixtisar gedir. 1 üstə gəl kosinus x bərabərdir. Kosinus x üstə gəl kosinus 2x-ə. Kosinus x-lərimiz islah gedir. Kosinus 2x bərabər 1 qaldı əlimizdə. 2x bərabərdir. Kosinus 1'i alır 2 pi k-da xüsusi haldır. Hər tərəfi 2'yə bölürük. Əlimizdə qalır pi k. Aha. Pi k. Sonra bizdən də nə istəyir? Variantlarda tapmağımızı istəyir. 35'də də cavab olur. D bəndi. Bax belə. Keçid alaq digər səhifəyə. 36-cı sualda eynisidir. Dərəcəni aşağı salmaqla yazmaq lazımdır. Gəlin 37'yə baxaq. 37'də də düzdür dərəcəni aşağı salmaq lazımdır. Bir qədər digərindən fərqli görünür deyə istəyirəm baxaq. 2 vurulsun. Deməli 1. Bunu hətta dərəcəni aşağı salmadan da yazmaq olar. Bunu dərəcəni aşağı salmadan gəlin yazaq uşaqlar. Bilirsiniz necə yazaq? Gəlin bunu kvadrat tənlik formasına gətirək yazaq. Yəni belə. 2 kosinus kvadratı x mənfi kök 3 müsbət kök 3 kosinus x'i sol tərəfə keçirdirəm, mənfi olur. Kök 3 kosinus x bərabərdir 0-a. Kosinus x'i mötərizə xaricinə çıxartsam, qalar 2 kosinus x çıxılsın kökatda 3 bərabər 0. Hər birini burada ayrı-ayrılıqda 0-a bərabər edirəm. Bir dəfə yazıram kosinus x bərabər 0, bir dəfə də 2 kosinus x çıxılsın kök 3 bərabər 0. Mənfi kök 3'ü sağ tərəfə qoysaq olar müsbət kökatda 3. Kosinus x'i tapmaq istəsək, kökatda 3 bölü 2 alarıq, düzdür? X də bərabər, kosinusda həmişə plus minus yazmaq lazımdır uşaqlar. Kökatda 3 bölü 2'ni kosinus neçə dərəcədə alır? Birinci onu düşünün, 30 dərəcədə alır, düzdürmü? Yəni pi bölü 6'da. Üstə gəl 2 pi k. Bu tərəfə də həll edək. Kosinus x bərabər 0, x bərabərdir pi bölü 2, üstə gəl pi k. Deməli, bu neçənci sual idi? 37-ci sualdır. 37'də isə cavabımız olacaqdır. Deməli, hansı bənd? A bəndi. A bəndinə uyğundur. Hər ikisini də A bəndində göstəribdir. Deməli, sol tərəfə keçirtdik. Kosinusu mötərizə xaricinə çıxartdıq. Hər birini ayrı-ayrılıqda 0-a bərabər etdik və kökləri tapdıq. Bax belə. 38-ci sualda da eyni qaydanı siz gəlirsiniz. Sol tərəfə keçirdirsiniz. Sinus x'i mötərizə xaricinə çıxardırsınız. Sonra da hər birini ayrı-ayrılıqda 0-a bərabər edirsiniz. Baxaq 39-cu suala. Deməli, sinus 4x bərabərdir. Burada nə yazılıb? Kosinus kvadrat x çıxaq sinus kvadrat x. Uşaqlar, bu bizə birbaşa düstur verir. Kosinus 2x'in düsturunu verir, düzdür? Bunu kosinus 2x'dən də yaza bilərik. İstəyirəm ki, belə bir şey yazaq. Kosinus kvadrat x'in yerinə gəlin yazaq. 1 çıxaq sinus kvadratı x.
Qarşısında bir dənə də sinus kvadrat x var. Onu da yerinə yazdım. Düzdürmü? Burada nə alıram? Sinus 4x bərabər 1 çıxılsın 2 sinus kvadrat x. Çünki 2 dənə oldu artıq kvadratlarımız. Burada da gəlin dərəcəni aşağı salaq. Yəni sinus 4x bərabərdir 1 çıxılsın 2 vuraq. Bu düz misalın özünün ikisidir. İndi sinus kvadrat x-in dərəcəsini aşağı salıram. Olur 1 deməli minus kosinus 2x bölək 2. Baxaq görək bu bizə bir şey verəcəkmi? Kosinusa gəlir. Aha, yaxşı. Həll edək. Alınmasa başqa cür yazarıq. İkiləri ixtisar edək. Sinus 4x bərabər 1 çıxılsın 1 üstə gəl kosinus 2x. Bax, belə bir fayda aldıq uşaqlar. Sürətdəki mənfi təsir elədi. Birlərimiz islah getdi. Sinus 4x bərabərdir kosinus 2x. Belə bir fayda aldıq. Sol tərəfə keçirsək mənfi ilə keçər. Bərabər olar. Sinus 4x-i açaq. Aha, alınacaqdır. Sinus 4x-i açanda uşaqlar 2 sinus 2x kosinus 2x şəklində açılır. Bərabərdir, bu tərəfdə kosinus 2x-dir. Kosinus 2x-ləri ixtisar edirik. Təbii ki, sıfırdan fərqli olmaq şərti ilə. 2 sinus 2x bərabərdir 1. Sinus 2x bərabərdir 2-də 1-ə. Deməli, buradan davam edək. Sinus 2x-imiz 2-də 1-ə bərabərdir. Düzdür uşaqlar? İndi yazıram. 2x bərabər mənfi 1 üstü k. Sinus 2-də 1-i alır deməli 30 dərəcədə. Yəni pi böl 6-da. Üstəgəl pi k. Hər tərəf 2-yə bölsək, x bərabər mənfi 1 üstü k. Pi böl 6-nı da 2-yə böldükdə olur pi böl 12 üstəgəl pi k böl 2. Bu ilk kökümüz. Bir də uşaqlar, burada kosinus 2x-i ixtisar etdik axı. Həmin o kosinus 2x-imiz sıfırdan gərək fərqli olsun. Yəni 2x-imiz fərqlidir. Sıfırı alır 90 dərəcə pi böl 2 üstəgəl pi k-da. Hər tərəfi 2-yə bölərsiniz. X bərabərdir deməli pi böl 4 üstəgəl pi k böl 2 alarıq. Burada mənfi deyil uşaqlar, kəsin xəttidir. Baxaq görək bəs hansı bənddədir bu 39-cu sualda bax bu cavabımız. Pi böl 4 üstəgəl pi k böl 2, bir də mənfi 1 üstü k. Deməli pi böl 12 üstəgəl pi k böl 2 C bəndindədir. 39 olur C bəndi. 39 da C bəndi. Bəli, C bəndə uyğundur. Keçid alaq 40-cı sualımıza. Lövhəmizi təmizləyək. Aha, 40-cı sualla davam edək. Aha. Deməli, sinus 4x bərabər kök altda 3 kosinus 2x yazılıbdır. Gəlin onu da sol tərəfə keçirdək və yazaq. Sinus 4x çıxılsın kök altda 3 kosinus 2x bərabərdir 0. Uşaqlar, sinus 4x-in burada əmsalı 1-dir. Kənarda yazıram kök altda 1-in kvadratı üstəgəl kök altda 3-ün kvadratı. Bu isə bizə verir 1 üstəgəl 3, yəni kök altda 4, 4-dən isə 2 çıxır. Verilmiş tənlikdə hər bir həddi 2-yə bölürəm. Baxın bu şəkildə. 0-ı da 2-yə böləndə 0 verir deyə yazmağıma ehtiyac yoxdur. İndi isə baxaq. Yox, burada uşaqlar, arqumentlər fərqlidir. Bir dəqiqə. Arqumentlər fərqlidir. Sinus 4x-imiz var. Burada arqumentlərimiz fərqlidir. Onda bu qayda ilə yazmayacaq. Başqa bir qayda ilə yazacaq. Sinus 4x. Baxın, bunu da silirəm. Aha. Sinus 4x açılır 2 sinus 2x kosinus 2x. Arqumentlərimiz eyni olsaydı bayaqki formada yaza bilərdik. Bərabər kök altda 3 kosinus 2x-ə. Kosinus 2x-lərimiz uşaqlar burada islah gedir. İxtisar gedir. Sinus 2x bərabərdir. Kök altda 3 bölə 2 alırıq. Düzdürmü? 2x bərabər mənfi 1 üstü k. Uşaqlar kök altda 3 bölək 2 deməli sinusda alınır 60 dərəcədə. Yəni pi böl 3-də. Üstəgəl pi k. Hər tərəfi də 2-yə bölsək, x bərabər mənfi 1 üstü k. Pi böl 6 üstəgəl pi k bölünsün 2. Düzdürmü? Və digər tərəfdən kosinus 2x-i biz ixtisar etdik axı. Kosinus 2x-ə fərqlidir 0 şərtini verməliyik. İxtisar etdiyinizi mütləq fərqlidir verməlisiniz. 2x fərqlidir 0-ı alır deməli 90 dərəcə, yəni pi böl 2 üstəgəl pi k-da. Hər tərəfi 2-yə bölsək, x fərqlidir deməli olur pi böl 4 üstəgəl pi k böl 2.
Baxaq görək hansı bəndlədir bəs 40-cı sualda. A bəndi uyğun gəlmir. Digər tərəfi yaxınlaşdıraq baxaq. Deməli, pi böl 4, pi k böl 2, pi böl 6, pi k böl 2. D bəndi uyğundur uşaqlar. 40-cı sualda cavabımız olur D bəndi. Keçid alırıq 41-ə. Deməli, sinus 2x-in açılışından yazdıq. Bir dəqiqə. Bax belə. Aha, 41-ci suala gəlin baxaq. 41-də uşaqlar kəsirli bir ifadə verilibdir. Məxrəc sıfıra bərabər ola bilməz. Sinus 2x fərqlidir 0 yazırıq. 2x fərqlidir. Sinus 0'ı alır pi k'larda. Xüsusi halda x bərabərdir, fərqlidir. Pi k bölünsün 2-dən. Bu bir tərəfə. Sürət isə 0'a bərabər ola bilər. Yəni 1 çıxılsın kosinus 2x bərabərdir 0. Kosinus 2x bərabərdir 1'ə. 2x də bərabərdir. Kosinus 1'i alır 2 pi k'da. Hər tərəfi 2'yə bölürsünüz. X bərabərdir pi k. Aha, baxaq görək biz hansını götürməliyik 41-də. Deməli, cavabımız olacaqdır pi k y bəndi. Bir dəqiqə, pi k y bəndində deyil axı. Pi k d bəndindədir. Biz aldıq ki, deməli, 2 fərqli cavab almışıq. Bəli, bizim cavablarımız fərqlidir. Pi k böl 2 almışıq. Bir də almışıq pi k. Düzdürmü? Bəs biz bunlardan hansını götürməliyik? Görək uyğun gəlirmi? Bizdə hansısa biri. Gəlin k'ya qiymətlər verək, uşaqlar yoxlayaq. Ən gözəli k'ya qiymət verməkdir. Deməli, x-imiz fərqlidir. K'ya 0 versəm 0-dan. K'ya 1 versək buradan 180 bölü 2, 90. K'ya 2 verdikdə 180-dən. Tutalım ki, 3 verdikdə neçə olar? 270-dən və s. X bu qiymətlərdən fərqli olmalıdır. Digər tərəfə baxaq. K'ya 0 verdikdə 0 alır, 1 verdikdə 180 alır, 2 verdikdə 360 alır. Baxın, görürsünüz, biz 180 aldıq, amma digər tərəfdə deyir ki, x 180 ola bilməz, götürdük. 0 ola bilməz, 0'ı da götürürük. Burada mən k'ya 4 versəm, sol tərəfdə 2 ilə ixtisar gedər 360 olar. Mən sağ tərəfdə alıram x 360'a bərabər olmalıdır. Ancaq sol tərəfdə x-i fərqli veribdilər 360'dan. Onda mən bu 360'ı da götürə bilmirəm. Deməli, götürməyə heç kök qalmadı. Sol tərəfdə fərqlidir şərti var axı, həmin şərtə görə. Deməli, burada kökümüz qalmadığına görə biz götürəcəyik Y variantı, boş çoxluğu. Cavab olur boş çoxluq 41-də. Bax belə, k'ya qiymətləri verirsiniz və baxırsınız ki, görək hansı qiymətləri alır, hansıları almır. 42 eyni qaydadadır, 0'a bərabər edirsiniz. 43'ə baxaq. 43 kvadrat tənlik şəklində yazmaq olar və aralıqla veribdir. Gəlin kvadrat tənlik formasında yazaq 43'ü. Deməli, birbaşa diskriminantını yazıram uşaqlar. 49 çıxılsın 48, o da edir bizdə 1. X1 kökümüz bərabərdir. Mənfi 7 üstə gəl 1 bölünsün 2 vuraq 3, yəni 6. Mənfi 6 bölək 6, mənfi 1 verir. X2 kökümüzü yazaq. Mənfi 7 çıxılsın 1 bölək 6. Mənfi 8 bölünsün 6. 2'yə ixtisar getsə mənfi 3'də 4. Deməli, kosinus x-i biz bir dəfə bərabər edirik mənfi 1'ə. Bir dəfə də kosinus x-i bərabər edirik mənfi 3'də 4'ə. Aydındır ki, mənfi 3'də 4 bir tamdan böyük qiymət olduğuna görə bu hissədə cavabımız boş çoxluqdur. Digər tərəfə həll edək. X bərabərdir. Mənfi 1 xüsusi haldır. Pi üstəgəl 2 pi k halıdır. Düzdürmü? K'ya indi gəlin qiymətlər verək. 0-185 dərəcə aralığına görə düşür, yoxsa yox. K'ya 0 verdikdə, hardan yazaq? Buradan yazıram. K'mız 0 olduqda x-imizin qiyməti olur 180. Bu həmin aralığa düşür. Düzdürmü? Sonra gəlin k'ya başqa bir qiymət verək uşaqlar. Məsələn, verək 1. K'ya 1 verdikdə 2 pi'ni 1'ə vururuq. 2 pi, üstünə də pi gəldikdə 3 pi. 3 pi'mizdə 3 vurulsun 180, uşaqlar 540 dərəcə deməkdir. 540 dərəcə 0-185 dərəcə parçasına düşmür. Elə burada bircə dənə düşən kök 180 olacaqdır düşünürəm. Çünki mən k'ya mənfi 1 də versəm, mənfi qiymət alar. O da 0'dan böyük olmur da. Yəni k'ya siz mənfi 1 verə bilməzsiniz. Müsbət 1 verdikdə 540 ilə də aralığa düşmür. Bircə dənə ödəyən qiymət 180 dərəcə qiymətidir. Bizdən də kökü soruşur. Cavab 180 dərəcə Y bəndidir. 43'də. 44'də eyni qaydadadır. Kvadrat tənlik formasında həll edin, yazın. Baxaq neçəyə? 45'ə. 45-ci sualımız. Deməli, tangens x üstə gəl kotangens x bərabərdir mənfi 2 yazılıbdır. Gəlin bu funksiyanı
mənfi pi bölü 2 0 aralığındakı bizdən kökünü soruşur. Burada uşaqlar tangens və kotangensin cəmi mənfi 2 olmaq üçün hər birini ayrı-ayrılıqda mənfi 1 yaza bilərik, düzdür? Yəni hər biri mənfi 1-ə bərabər olmalıdırlar. Tangens x bərabərdir mənfi 1 və eyni şəkildə kotangens x bərabərdir mənfi 1 olmalıdırlar. Bu hissəni biraz düzəldək. Kotangens x bərabər mənfi 1. Aha, baxaq, x bərabərdir. Tangens 1-i alır 45 dərəcədə, mənfisinə görə də mənfi 45 dərəcədə, mənfi pi bölü 4-də. Üstə gəl pi k. Kotangensdə isə mənfi olduqda mütləq pi-dən çıxmaq lazımdır uşaqlar. Pi-dən çıxırıq 45 dərəcəni pi bölü 4-ü, üstə gəl pi k. X-imiz də bərabər olur 4-də 3 pi. Üstə gəl pi k. Bu bizim köklərimiz. Mənfi 90-0 aralığındakı bizdən kökü soruşur. Gəlin baxaq. K-ya 0 versək, K bərabər 0 olsa, köklərimizdən biri olacaqdır. Deməli, mənfi 45 dərəcə. Bir dəqiqə. Aha, K-ya 0 verdikdə uşaqlar x bərabər olacaqdır. Deməli, 180-i 0-a vurduqda 0 və mənfi pi bölü 4-ü də üstünə gəldikdə mənfi pi bölü 4 olur. K-ya 1 verək. K-nın 1 qiymətində 180 üstə gəl mənfi 45 olur. O da mənfi 135 dərəcə edir. Aha, burada var. Başqa nə yaza bilərik? K-nın 2 qiymətini yaza bilərik. Ancaq burada deməli uşaqlar bizim aralığımız görürsünüz mənfi pi bölü 2. Yəni mənfi 90 və 0 aralığındadır. Mənfi 135 dərəcə bu aralığa düşməyəcəkdir. Onu götürməyəcəyik biz. Bax bu hissəni biz götürmürük. Ancaq mənfi 45 bu aralığa düşür. Mənfi 45-i götürə bilərik. K-ya 2 və s. qiymətlər verdikdə isə bu sıfırdan böyük qiymətlərə gəlib çıxacaqdır. Baxın, K-ya 2 versək, 2 pi-miz olur 360 dərəcə. 360-dan 45 çıxacaq. Bu da 315 dərəcəyə gəlir və o 315 dərəcədə müsbətdir. 0-90, mənfi 90 aralığına düşmür. Ona görə heç K-nın 2 qiymətini də yazmağa dəyməz. Deməli, bizim kökümüz olur bircə dənə mənfi pi bölü 4. 45-də cavabımız olur D bəndi. Keçid alaq 46-ya. 46-cı sualımız. Deməli, sinus kvadrat x, 2 sinus x, kosinus x bərabər 3 kosinus kvadrat x tənliyi verilibdir bizə. Neyniyə uşaqlar? Gəlin hər tərəfi 46-cı sualda ya sinus kvadratına, ya da kosinus kvadratına bölək. Mən tərəfdarıyam ki, kosinus kvadrat x-ə bölək. Gəlin hər birini ayrı-ayrılıqda kosinus kvadrat x-ə bölək. Bunu da necə yazacağıq? Deməli, baxın, bu hissədə sinus kvadratı x, məxrəcinə yazaq kosinus kvadrat x. Burada deyəsən yaxşı görünməyəcək. Gəlin elə misalın özündə yazaq yaxşı. Deməli, kosinus kvadratı x-ə bölürəm. Sinus kvadratı x misalın özündədir, düzdür. Bölürəm kosinus kvadratı x-ə. Üstə gəl, 2 sinus x, kosinus x var. Onu da bölürəm kosinus kvadratı x-ə. Bərabərdir 3 kosinus kvadratı x-i də bölürük kosinus kvadratı x-ə. Bəs görə indi nə alırıq? Sinus kvadrat bölək kosinus kvadrat bizə tangens kvadrat verir uşaqlar. Sinusun kosinusa nisbəti tangensdir, kvadrat olanda tangens kvadrat olur. Üstə gəl, kosinusun birindən buradakı biri ixtisar gedir. Sinusun kosinusa nisbəti yenə də tangensdir, olur 2 tangens x. Burada kosinus kvadratlarımız ixtisar gedir, 3 qalır. Sol tərəfə keçirdirik, mənfi 3 bərabərdir 0. Viyyətə görə kökləri tapsaq, köklərimiz olar mənfi 3 və müsbət 1. Düzdürmü? Köklərimiz mənfi 3 və müsbət 1-ə bərabərdir. İndi isə əvəzləmədə yerinə qoyaq. Deməli, bir dəfə yazırıq tangens x bərabərdir 1. Bir dəfə də yazırıq tangens x bərabərdir mənfi 3. Uşaqlar, x bərabərdir. Tangens 1-i alır təbii ki 45 dərəcədə, yəni pi bölü 4 üstə gəl pi k-da. Bu köklərimizdən biridir. Pi bölü 4 üstə gəl pi k. Bir dəfə də x bərabərdir. Tangens mənfi 3-ü nə zaman alacaqdır? Arctangens mənfi 3-də alır. Arctangens mənfi 3-ü mötərizədə yazaq. Daha qəşəng görünsün. Üstə gələk pi k. Bax belə. Deməli, pi bölü 4 pi k, arctangens mənfi 3 pi k. Pi eyni şeydir uşaqlar. Burada sadəcə fərqləndirməyə görə birinə k, birinə n yazırlar. D bəndi, 46D. Mənim əlim öyrəşib elə hər birində k yaza gedirəm. Əslində isə birinə k, birinə n yazsanız daha gözəl olar ki, variantlar bir-birinə qarışmaz. Eyni şeyə gəlir. 47-də də eyni qaydadadır. Orada da elə kosinus kvadratına bölsəniz cavabı alacaqsınız. Gəlin 48-ə baxaq. Lövhəmizi təmizləyək.
48-ci suala keçid edək. Deməli, burada nə verilibdir deməli uşaqlar? Gəlin biz də burada hər birini yenə də nəyə bölək? Kosinus kvadratı x-ə bölə bilərik. Gəlin hər birini kosinus kvadratı x-ə bölək və yaxud sinus x-in mötərizə xaricinə çıxartmaqla da yazmaq olar. Xeyr, orada mənfi 4-ümüz var. Sinusu mötərizə xaricinə çıxarda bilməyəcək. Bir dəqiqə yaxınlaşdırıb daha yaxın baxın. Aha. 3 sinus x kosinus x çıxılsın 4 bərabərdir 0 verilibdir. Gəlin hər tərəfi kosinus kvadratına bölək. Görək nə alırıq. Sadəcə orada bizdə 4 problem yaradacaqdır. Gəlin uşaqlar, burada sinus kvadratı x-in yerinə belə bir şey yazaq. 5 sinus kvadratı x-in yerinə yazıram. 1 çıxılsın kosinus kvadratı x. Görək belə bir şey bizə nə verir? Çıxılsın 3 sinus x kosinus x. Deməli, çıxaq 4 bərabərdir 0. 5-i vurub atsaq, 5 çıxılsın 5 kosinus kvadratı x. Çıxaq 3 sinus x kosinus x. Çıxaq 4 bərabərdir 0. Deməli, 5-dən 4 çıxsaq 1 qalır. Baxın, bu 5-dən bu 4-ü çıxıram 1 qalır. 1, burada 5 kosinus kvadrat x, çıxaq 3 sinus x, kosinus x ifadəmiz var. 5 kosinus kvadrat x, çıxılsın 3 sinus x, kosinus x. Bərabərdir 0. Aha, indi nə edək? Deməli, burada bölsək hər tərəfi kosinus kvadratı x-ə. Görək nə alarıq. Gəlin hər tərəfi kosinus kvadratı x-ə bölək. 1 bölək kosinus kvadratı x. Belə baxıram ki, bölməsək artıq heç nə alınmayacaqdır. Çünki nə qədər bölməkdən çıxmaq istədim, yenə də fərq olmadı. Deməli, 1 böl kosinus kvadratı x-ə hələlik dəymirəm. Birazdan onun yerinə deyəcəm nə yazmaq lazımdır. Çıxılsın kosinus kvadratı x-lərimiz ixtisar gedər, qalar 5. Çıxaq. Burada da kosinusun biri ixtisar gedir. Digəri isə bizə verir 3 tangens x. Sinusun kosinusa nisbəti. Bərabərdir 0-a. Uşaqlar, yadınızdadırsa belə bir eyniliyimiz var idi. 1 üstəgəl tangens kvadratı x bərabərdir 1 bölünsün kosinus kvadratı x-ə. Düzdür? Belə bir eynilik var idi. Bax, buradakı bu 1 böl kosinus kvadratı x-in yerinə bu ifadəni yazacağım. 1 üstəgəl tangens kvadratı x-i. 1 üstəgəl tangens kvadratı x çıxılsın 5, çıxaq 3 tangens x bərabərdir 0. Bu hissəni artıq silirəm, bu hissə bizə lazım deyil. Davam edək, sualın baxaq davamına. Aha, biraz yerimizi açaq. Bəli, deməli, davam edirik. Tangens kvadratı x. Tangens kvadratı x. Deməli, çıxılsın 3 tangens x. Burada uşaqlar 1 və mənfi 5 mənfi 4 edir. Yazırıq, çıxaq 4 bərabərdir 0. İndi köklər lazımdır bizə. Vuranda 4 toplayanda 3 eləsin. Bu isə müsbət 4 və mənfi 1-dir. Tangens x-i bir dəfə müsbət 4-ə bərabər edək. Bir dəfə də tangens x-i bərabər edək mənfi 1-ə. X bərabərdir tangens 4-ə bərabər olduqda arctangens 4 üstəgəl pi k. Bir dəfə cavabımız bu olacaqdır. Bir dəfə də x bərabərdir mənfi 1-ə bərabər olanda, deməli, mənfi 45 dərəcə olur da, mənfi pi böl 4 üstəgəl pi k. Deməli, arctangens 4 üstəgəl pi k və mənfi pi böl 4 üstəgəl pi k. Baxaq görək hansı bənddədir. 48 olur B bəndi. Belə. Keçid alaq. 49-da da eyni qaydada kosinus kvadratını bölmək lazımdır uşaqlar. Gəlin 50-yə baxaq. Kosinus kvadratına bölürsünüz, yenə də tangensə gələcək. Mən bu sualda da 48-də də nə qədər tangensə bölməməyə, kosinus kvadratına bölməməyə çalışdım, fikirləşdim ki, bəlkə fərqli başqa bir şey etmək olar, ancaq yenə də qaçmaq olmadı. Əvvəl-axır gəldik orada o bölmə hissəsinə. 50-yə baxaq. Deməli, burada gəlin bəlkə 3-cü müxtəsəri yazaq uşaqlar. Belə bir şey yazaq da, kosinus kvadratı x çıxaq sinus kvadratı x. Bir dəfə də kosinus kvadratı x üstəgəl sinus kvadratı x. Deməli, hara gediriksə bu müxtəsər bizimlədir. Bərabər kosinus kvadratı x-ə.
Uşaqlar, burada kosinus kvadrat üstə gəl sinus kvadrat 1-dir. 1 isə digər mötərizəyə vurduqda olduğu kimi açılır. Yəni kosinus kvadrat x çıxılsın sinus kvadrat x bərabərdir kosinus kvadrat x-ə. Kosinus kvadrat x-lər hər tərəfdən islah gedir. Sonra bunu daha sonra yazacağıq. Deməli, qalır sinus kvadratı x bərabərdir 0. Deməli, bu tənliyi həll etmək üçün dərəcəni aşağı salma düsturunu tətbiq etmək lazımdır. 1 çıxılsın. Yazırıq kosinus 2x bölək 2 bərabər 0. 2-ni 0-a çarpaz vururam uşaqlar. 1 çıxaq kosinus 2x bərabər olur 0. Kosinus 2x-imiz bərabər olur 1-ə. 2x isə bərabərdir. Kosinus 1-i alır 2 pi k-da. Hər tərəfi 2-yə bölürük. Cavabımız olur pi k. X-imizi pi k tapdıq. 54. Neçənci sualdır bu? 50-ci sualda, düzdürmü? Pi k isə olur C bəndində. 50C. 51-də də yenə 3-cü müxtəsər vurma düsturunu tətbiq edirsiniz. Bir dəfə toplayın, bir dəfə çıxın. Toplama hissəsi onsuz da sizə 1 verir eyniliyə görə. Çıxma hissəsindən də davam edirsiniz. Deməli, baxaq 52-ci sualımıza. Deməli, kotangens 2x sinus kvadrat 5x və mənfi kosinus kvadrat 5x verilibdir. Bu mənfi kosinus kvadratı orada tək qalmasın, onu da göndərək sol tərəfə. Uşaqlar, kotangens 2x üstə gəl sinus kvadrat 5x üstə gəl kosinus kvadrat 5x. Aha, burada nə aldıq uşaqlar? Burada biz sinus kvadrat plus kosinus kvadrat aldıq və bunun da qiyməti 1-ə bərabərdir. Kotangens 2x bərabərdir. Uşaqlar, müsbət 1-i keçirdirəm sağ tərəfə mənfi 1. 2x bərabərdir. Burada biraz dayanaq. Kotangens özü 1-i alır 45 dərəcədə, pi böl 4-də. Sadəcə mənfisi olduğuna görə kotangens və kosinusda pi-dən çıxmaq lazımdır. Pi çıxaq pi böl 4 yazırıq. Üstə gəl pi k. Aha. Deməli, 2x bərabərdir. Pi-dən pi böl 4 çıxdıqda olur 4-də 3 pi. Üstə gəl pi k. Hər tərəfi 2-yə bölək. Burada olur 8-də 3 pi. Üstə gəl pi k böl 2. Və belə. Deməli, 8-də 3 pi A və B variantlarında uyğun gəlmir. Digər variantlarda deyəsən o biri tərəfdədir. Burada B bəndində baxaq görək. 52. Variantlarımız uyğun gəlmir. Deməli, haradasa səhvimiz mi var uşaqlar? Baxın, 4-də 3 pi olur. Düzdürmü? Kotangens değil mi bizdə? Kotangens 2x-dir. Deməli, 1-i keçirdik sağ tərəfə mənfi 1. Kotangens də mənfi 1 alır 45 dərəcədə. Pi böl 4-də. Pi-dən çıxırıq pi böl 4-ü və hər tərəfi 2-yə bölürük. Kotangensdə 1-dən çıxmaq lazımdır. Pi-dən çıxmaq lazımdır. Deməli, burada uşaqlar, biz gərək sadələşdirməyə gedək. Pi çıxılsın, pi böl 4 üstə gəl pi k2 var. Burada kotangensin mənfi 1 halında yazmayacağıq. Niyə? Çünki onsuz da mənfi 90, müsbət 90 aralığına düşür. Ona görə də burada cavab verilmir. Baxın, bircə dəqiqə, bu hissəni silirəm. 1-i alır, deməli biz dedik ki, 45 dərəcədə düzdür, pi böl 4-də. Pi böl 4 üstə gəl pi k-da. Hər tərəfi də 2-yə bölsəniz və mənfi 1 olduğuna görə də mənfi pi böl 4 üstə gəl pi k. Hər tərəfi də 2-yə bölsək, mənfi pi böl 8 üstə gəl pi k bölək 2 alarıq. Yaxşı, indi gəlin görək bunun normaldan fərqi nədədir? Deməli, kotangensin və tangensin qiymətləri mənfi 90 və müsbət 90 aralığında olmalıdırlar. Digər hallarda biz onları çevirməyə gedirik. Bizdə isə 1-i alır 45 dərəcədə, yəni mənfi 45-də və bu da həmin aralığa düşdüyünə görə orada artıq çevirməyimizə ehtiyac qalmadı. Ona görə də cavabımız olur B bəndi. 52-də B bəndi. Qəşəng sual idi. Keçid alaq növbəti suala. 53-ə. Lövhəmizi silək və 53-cü sualda gəlin çarpaz vurmaqla başlayaq uşaqlar. Görək çarpaz vuranda nə alırıq? Burada sadəcə 1,3-də 1-imiz uşaqlar. Burada qeyd edirəm yanında 3-də 4. Baxın, bu hissəni 3-də 4 kimi təsəvvür edək, düzgün olmayan və başlayaq vurmağa. Deməli, olur 3 kosinus x üstə gəl 9 sinus x bərabər 4-ü də vuraq 8 kosinus x üstə gəl 4 sinus x. Aha. Deməli, 3 kosinus x-dən 8 kosinus x-i çıxırıq, qalır 5 kosinus x.
9 sinus x-dən də 4 sinus x-i çıxırıq, qalır 5 sinus x. Hər tərəfdən 5-lər gedir. Kosinus x, sinus x-i də sol tərəfə keçirdək. Çıxaq sinus x bərabərdir 0 alırıq. Bu suala uyğun bir sual işləmişdik. Dedik əmsallar 1-dir. Kök altda 1-in kvadratı üstə gəl 1-in kvadratı yazırıq. Kök altda 2-dir. Hər tərəfi kök altda 2-yə bölürük. Burada hər tərəfi kök altda 2-yə böldükdə dedik 1 böl kök altda 2 uşaqlar kosinus 45 dərəcədə verilir. Yəni kosinus pi böl 4 yazırıq yerinə. Kosinus x çıxılsın. 1 böl kök altda 2-ni də sinus yenə 45 dərəcədə alır. Sinus pi böl 4 sinus x bərabərdir 0. Burada uşaqlar nə baş verir? Kosinus sinus sinus olduğuna görə bu kosinusun düsturudur. Pi böl 4 işarə isə əksinə plus x yazılır. Pi böl 4 üstəgəl x bərabərdir. Kosinus 0 alır 90 dərəcə. Yəni pi böl 2 üstəgəl pi k-da. Pi böl 4-ü göndərək 90 dərəcənin yanına. 90 dərəcədən yəni pi böl 2-dən çıxaq. Pi böl 4-ü üstəgəl pi k gözləyir. Uşaqlar, ortaq məxrəclə də çıxa bilərsiniz və yaxud şifahi də baxa bilərsiniz. 90 çıxaq 45, 45 edir. Yəni pi böl 4 eləyir. Pi böl 4 üstəgəl pi k. Baxaq görək hansı bəndədir. Pi böl 4 üstəgəl pi k. 53 deməli, pi böl 4 üstəgəl pi k. C bəndindədir. 53 olur C bəndi. 54-də də eyni qaydada çarpaz vurub həll etmək lazımdır. Gəlin 55-ə baxaq. Aha. 55 buradan yazaq. Deməli 55-ci sual. Aha, 2 sinus kvadrat 2x üstəgəl kosinus kvadrat 2x verilibdir. Burada belə bir şey eləyəcəm uşaqlar. 2 sinus kvadrat 2x-i sinus kvadrat 2x üstəgəl sinus kvadrat 2x yazıram. Yəni onsuz da toplayanda həminki o 2 sinus kvadrat 2x-i verir, düzdür bizə. Kosinus kvadrat 2x-i yerində yazıram. Bərabər 4-də 7-ni də olduğu kimi yazıram. Burada baxın bu hissə bizə verir 1. 1-i göndərək 4-də 7-nin yanına. Sinus kvadrat 2x bərabər 4-də 7 çıxılsın 1. Bu isə eləyir, deməli 4-də 3. Sinus kvadrat 2x isə deməli dərəcəni aşağı salma düsturu tətbiq edirəm. 1 çıxılsın kosinus 4x bölünsün 2 bərabər 4-də 3-ə. Deməli, bundan sonrasını çarpaz vurmaqla işləyə bilərik. Gəlin çarpaz vuraq. 4 çıxılsın 4 kosinus 4x bərabər, 2-ni də 3-ə vururam 6. 4 kosinus 4x bərabər, mənfi 2-yə. Kosinus 4x bərabərdir. Mənfi 4-də 2 ixtisar gedir, mənfi 2-də 1 olur uşaqlar. Kosinusun yanındakı 4 məxrəcə yazılır. Daha sonra 4x bərabərdir. Kosinusda, deməli həmişə biz plus minus yazırıq. Bu heç öz yerində. 2-də 1-i kosinus alır, deməli 60 dərəcədə, yəni pi bölünsün 3-də. Düzdür uşaqlar. Ancaq kosinusda mənfi olduqda mütləq pi-dən çıxmaq lazımdır. Pi çıxılsın, pi böl 3. Üstəgəl 2 pi k. Üstəgəl 2 pi k. Deməli 4x bərabər plus minus 3-də 2 pi. Üstəgəl 2 pi k. Hər tərəfi gəlin 4-ə bölək. X bərabər plus minus. Hər tərəfi 4-ə böldükdə uşaqlar, burada kənarda göstərim. 2 pi bölünsün 12 alınır. 2 və 12 də ixtisar gedir. Pi böl 6 qalır. Pi bölü 6 üstəgəl 2 pi k-nı da 4-ə bölürük. İxtisar gedir. Pi k böl 2 olur. 55. Baxaq görək hansı bəndədir. Pi böl 6, pi k böl 2. D bəndindədir. 55-ci sualda da cavabımız olur. D bəndi. Keçid alaq növbəti suala. Nisbətən rahat sual idi. Digər suallara baxanda. 56, 57-yə baxaq uşaqlar. Uşaqlar, gəlin əsas trigonometrik eyniliyi yadımıza salaq. 57-ci sualda. Belə bir eyniliyimiz var idi. 1 üstəgəl tangens kvadratı x bərabərdir. 1 bölünsün kosinus kvadratı x-ə. Baxın, buradakı bu tangens kvadratı 2x-in yerinə də həmin bu düsturu tətbiq etmək istəyirəm. Yəni, mən tangens kvadratı x-in yerinə nə yaza bilərəm uşaqlar? Tangens kvadratı x-in yerinə 1 böl kosinus kvadratı x çıxılsın 1 yaza bilərəm. Yəni, müsbət 1 sağ tərəfə keçir. Düzdür? Gəlin, bizim tənliyimizdə də, baxın, burada 57-də bu tangens kvadratı 2x-in yerinə həmin ifadəni yazaq.
Daha doğrusu ona uyğun şəkildə yazaq. 1 bölünsün kosinus kvadratı 2x çıxaq 1 yazıram uşaqlar. Bərabər 1 bölünsün yenə kosinus kvadratı 2x çıxaq tangens 2x. Görürsünüz, kosinus kvadrat 2x ifadələri eyni ifadələrdirlər. Onlar islah getdilər. Hər tərəfdən mənfiləri də atsaq, tangens 2x bərabər 1 alarıq. 2x bərabərdir. Tangens 1'i alır 45 dərəcədə, yəni pi böl 4 üstə gəl pi k-da. Hər tərəfi 2'yə bölsək, pi böl 8 üstə gəl pi k böl 2 alarıq. Pi böl 8 üstə gəl pi k böl 2 alarıq, düzdürmü? 57-də. Bu isə hansı bəndədir? Y bəndindədir uşaqlar. 57-yə də yazırsınız Y bəndi. 58-ə baxaq. 58 maraqlı suallardandır. Burada çevirmə düsturuna gəlmək lazımdır uşaqlar. 58-də nə etmək lazımdır? Deməli, birinci istəyirəm sadələşdirəm, sonra misalın özünü yazacağım. Burada belə bir ifadə var. Baxın, görürsünüz, sinus 100 üstə gəl x. Düzdür? Mən bunu çevirirəm. Yazıram sinus 90 üstə gəl 10 üstə gəl x. Yaza bilərikmi? 90 üstünə 10 gələndə yenə də 100'ü verir. Düzdür uşaqlar? Bu hissə sanki başqa bir funksiya kimi, başqa bir arqument kimi, bucaq kimi düşünün uşaqlar. 90 dərəcədə ad dəyişir. Olur kosinus. 10 üstə gəl x. Sadəcə rübünə baxaq. 90 bu hissədir. 10 üstə gəl x hər hansı bir bucaq gələndə düşür ikinci rübə. Sinus isə birinci və ikinci rüblərdə müsbətdir. Ona görə qarşıya mənfi falan heç nə atmırsınız. Onda davam edirik. Sualı olduğu kimi indi köçürdürəm. 2, misalın özünü köçürdürəm. 2 kosinus x üstə gəl 10 çıxılsın. Artıq burada uşaqlar sinus 100 üstə gəl x'i yazmıram. Onun öz qiymətini yazıram. Kosinus 10 üstə gəl x bərabərdir 0'a. 2 kosinusdan 1 kosinus çıxıram. Qalır 1 dənə kosinus x üstə gəl 10 bərabər 0. X üstə gəl 10 bərabər. Uşaqlar kosinus 0 alır 90 dərəcədə. 90 əslində belə yazılır da. Orada mənfi nə idi? Müsbət pi böl 2 üstə gəl pi k yazırıq. Düzdür? Xüsusi halımız budur. Bu dəfə dərəcəyə görə pi böl 2'ni dərəcəyə nə yazacağım? Yəni 90 üstə gəl pi k şəklində yazacağım. Yazaq belə. 90 üstə gəl. Bu da bərabərdir. Pi k da 180 k deməkdir. Pi'nin yerinə 180. X bərabər 10'u keçidirik sağ tərəfə. Olur 80 üstə gəl 180 k. Baxaq görək varmı? K və yaxud n. Yenə deyirəm, eyni qaydadır. 58-ci sualıydı və cavabımız olur B bəndi. Bax belə. Keçid alaq növbəti suala. Gəlin 59'a baxaq. Lüfəmizi təmizləyək. Deməli, orada 130 səhv etmirəmsə sual olmalıydı. Yoxsa 130 neçə idi uşaqlar? Sualların sayı 130'dan çoxdur. 131'dimi, 132'dimi? Bax, belə 130'a yaxın sual olmalıdır orada. Hardasa bir 60-65'e qədər suallarımızı gətirək. Yarı olsun. Yarıda dayandırıb, digər yarısını da növbəti dərs izah edəcəm. Yarıda dayandıracağım, yəni. 59-cu suala baxaq. 59'da yenə biraz öncə yazdığımız eyniliyi yazıram. Tangens kvadrat 2x'in yerinə. Deməli yazıram belə. 1 bölünsün kosinus kvadrat 2. Kosinus kvadrat 2x çıxılsın 1. Çıxaq sinus x bərabərdir. 1 bölünsün kosinus kvadrat 2x çıxaq 1/5. Köçürtdük. Hər tərəfdən kosinus kvadrat 2x'lərimizi islah apardıq. Sonrasında baxaq indi. Mənfiləri də atarıq uşaqlar. Qalır əlimizdə belə bir ifadə. 1 üstə gəl sinus x bərabərdir 1/5. Sinus x də bərabər 1/5'dən 1 çıxarıq 0/5. Yəni 2'də 1. Düzdürmü uşaqlar? X bərabərdir mənfi 1 üstü k. Sinusda həmişə mənfi 1 üstü k yazmaq lazımdır. 2'də 1'i sinusumuz deməli alır 30 dərəcədə. Yəni pi böl 6'da. Pi böl 6 üstə gəl pi k. 59 deməli. Pi böl 6 üstə gəl pi k. Hansı bəndədir? D bəndindədir uşaqlar. 59 oldu D. Keçid alaq. 60 eynisidir. Orada da yenə kotangesin yerinə qiyməti gətirib yazırsınız. İslah edəcəkdir. Bax 61'ə. Sadəcə düsturları yaxşı bilsəniz, mən düşünürəm ki, yerinə qoyub, əvəzləyib, yazıb həll edə bilərsiniz. Düsturları yaxşı bilmək lazımdır uşaqlar. Düsturları yaxşı əzbərləyin. 2 kosinus kvadratı x
Çıxaq kosinus x, çıxaq 3 bərabərdir 0. Bu gördüyümüz kvadrat tənlikdir. Gəlin indi ona diskriminant tapaq. Diskriminantımız olur 1 üstəgəl 8, 24 olur 25. 25-dən də kök çıxır 5. Düşünürəm ki, artıq biz trigonometriya işləyiriksə, diskriminantı, kvadrat tənlikləri 100% bilməliyik. Düzdürmü uşaqlar? İnşallah ki, buralarda probleminiz olmaz. x1 bərabər 1 üstəgəl 5 bölünsün 4. Yuxarı olur 6, 4 ilə ixtisar gedir, 2-də 3. x2 bərabərdir. 1 çıxılsın 5 bölünsün 4, mənfi 4, 4-ə bölürük, mənfi 1. İndi isə yerinə yazaq. Bir dəfə kosinus x bərabərdir 2-də 3 yazıb həll etmək lazımdır. Bir dəfə də kosinus x bərabər mənfi 1 yazıb həll etmək lazımdır. Uşaqlar 2-də 3 1-dən böyük 1,5 olduğuna görə bu hissədə kosinus boş çoxluğu alır. Digər hissəmizi həll edək. X bərabərdir kosinus mənfi 1-i, deməli xüsusi haldır. Pi üstəgəl 2 pi k-da alır. Hansı sualdır bəs bu? 61 pi üstəgəl 2 pi k y bəndindədir. 61 olur y. Keçid alaq. 62 yenə kvadrat tənlikdir. Kökləri diskriminantla tapırsınız, yazırsınız. 63-ə baxaq. 63-cü sualı da ən kiçik müsbət kökünü soruşur bizdən. Yenə köməkçi arqument daxil etməklə yaza bilərik. Gəlin 63-ü yazaq. Deməli, sinus x çıxılsın kosinus x bərabərdir 1. Bunu düşünürəm uşaqlar. Hər tərəfi kvadrata yüksəltməklə də yazmaq olar. Niyə də olmasın ki? Gəlin hər tərəfi kvadrata yüksəldib yazaq. Görək alınırmı? Deməli, kvadrata yüksəldirəm, müxtəsər açıram. Birincinin kvadratı, hasilinin 2 qatı, düzdürmü? Üstə gəl ikincinin kvadratı, bərabər 1-in kvadratı, onsuz da 1-dir. Uşaqlar, burada sinus kvadrat, üstə gəl kosinus kvadrat ifadəsi əsas trigonometrik eynliyə görə bizə 1 verir. 1 çıxılsın. Bu ifadə isə, baxın bu, bizə sinus 2x-in düsturunu verir. Sinus 2x-in asılışıdır bu. Biz bağladıq. Bərabər 1 öz yerində gözləyir. Sinus 2x bərabərdir, deməli 0-a. 1-dən 1 çıxdıq 0 oldu. 2x bərabərdir. Sinus 0-ı nə zaman alırdı uşaqlar? Pi k-larda alırdı, düzdür. X də bərabərdir. Pi k-nı bölürsünüz 2-yə. X-ınız olur pi k bölə 2. İndi bizdən tənliyin ən kiçik müsbət kökünü soruşur. 63-cü sualda, düzdür. Gəlin k-ya bir dəfə 0 yazaq. K-ya 0 verəndə x-in qiyməti də elə 0 olur. K-ya 1 versək, yəni k-nın yerinə 1 yazsanız, pi vuraq 1 elə pi-dir, 2-yə də böləndə pi böl 2-dir. Burada cavablar pi-li verilibdir deyə dərəcə ilə yazmıram. Pi böl 2-dir. Ən kiçik müsbət kökdə elə bu olacaq. Çünki 2 verəndə artıq, görürsünüz, k-ya 2 verəndə x bərabər 2-lər ixtisar gedir, pi olur. Biri var 90, biri var 180. Təbii ki, kiçik kökü istəyirsə, pi böl 2 olmalıdır. Bəs hansı bənddədir pi böl 2? 63-də pi böl 2 B bəndindədir uşaqlar. Cavab olur B. Bax belə. 64-də də yenə eyni qaydadadır. Baxaq görək 65-də nə var, nə yox. Yoxsa 64 fərqlidir uşaqlar. Bir dəqiqə baxım. Bir dəqiqə silim, sonra baxım. 64 fərqlidir. Bəli, 64-ü gəlin yazaq. 64 qalmasın. Elə bildim eynidir. Deməli, burada sinus 3x çıxılsın, sinus 7x verilir. Düzdür. Burada fərqdən gəlin hasilə keçək. Fərqdən də hasilə necə keçirik uşaqlar? Düstur belədir. 2 sinus. Bunları çıxıram bir-birindən. 3x-dən 7x-i çıxıram. Mənfi 4x. 2-yə bölürəm. Mənfi 2x. Uşaqlar, burada bu mənfini də qarşıya atırıq. Sinus tək funksiyada axı mənfini qarşıya verir. Olur belə. Mənfi 2 sinus 2x. Bir dəfə də toplayıb 2-yə bölürük. 3x və 7x-i toplayırıq. 10x. 2-yə bölürük 5x. Kosinus 5x bərabər kökatda 3 sinus 2x-ə. Hər tərəfdən sinus 2x-lərimizi ixtisar aparırıq. Kosinus 5x bərabərdir. Mənfi kökatda 3 bölə 2. 5x bərabər, kosinusda plus minus yazmaq vacibdir. Pi çıxılsın, mənfi olduğuna görə pi'dən çıxmaq lazımdır. Uşaqlar, kök altda 3 bölək 2-ni, deməli kosinusumuz alır 30 dərəcədə, yəni pi böl 6-da. Üstə gəl 2 pi k. 5x bərabərdir plus minus 6-da 5 pi. 6-da 5 pi. Üstə gəl 2 pi k. Hər tərəfi 5-ə bölsək, x bərabər plus minus 6-da pi. Üstə gəl, burada 2 pi k idi. 2 pi k bölünsün 5. Belə bir ifadə aldıq. Bizdən nə soruşur indi uşaqlar? 0,90 parçasına daxil olan köklərin cəmini soruşur bizdən 64-də.
Gəlin baxaq. Biraz uzaqlaşdıraq. Necə dəqiqə. Bəli, qaldığımız yerdən davam edək, düzəltdik. İndi isə uşaqlar, burada gördüyünüz kimi sinus 2x-i sıfırdan fərqli götürməliyik. Çünki burada görürsünüz biz onu ixtisar etmişik. Buradan yazıram kənardan sinus 2x bərabər 0 yazaq. 2x bərabərdir, sinus 0'ı alır pi k-dan, x də bərabərdir, pi k bölünsün 2. Düzdürmü? İndi nə edirik? Bizdən soruşur ki, 0 pi böl 2, yəni 0,90 parçasında köklərin cəmini soruşur. Kənarda qeyd edək 0,90. İndi bizə lazımdır uşaqlar burada qiymətləri verib yoxlamaq. Bir səbirli k-ya qiymətlər veririk və yoxlayırıq. Aha. Deməli, k bərabər 0 olduqda, baxın birinci halda x-imiz bərabər olur mənfi pi böl 6 və müsbət pi böl 6. Aydın məsələdir ki, biz burada mənfi pi böl 6-nı götürmürük, çünki 0,90 aralığına düşmür. Müsbət pi böl 6-nı götürə bilərik. Bu hissədə isə k-nın yerinə 0 qoyduqda 0 verir. Sonra k-ya gəlin 1 yazaq. K1 olduqda görək nə baş verir uşaqlar. K1 olduqda bir dəfə belə bir fayda alırıq. Müsbət pi böl 6 üstə gəl 2 pi böl 5 bir dəfə də 2 pi böl 5 bir dəfə də alırıq deməli. Bu hissəni həll eləyək, bir dəfə də mənfisini yazarıq. 5 və 6-nın əkobu 30'dur. 5, 12, 17 pi eləyir, düzdürmü? 17 pi bölək 30. Uşaqlar, diqqət eləsəniz, pi 180'dir, 30'a böləndə 6, 17'yə vuranda isə 102 edir. Və 102 də 0,90 aralığına düşmür. Ona görə 17 pi böl 30'u götürmürük. Sonra pi böl 6'nı bir dəfə də mənfi ilə hesablayaq. Mənfi pi böl 6 üstə gəl 2 pi bölünsün 5. Burada əkobumuz yenə 30. Mənfi 5 pi 12 pi eləyir müsbət 7 pi. 180'i 30'a böləndə 6, 6 dəfə 7, 42. 0,90 aralığına düşür. Deməli 7 pi böl 30'u götürə bilərik. Pi böl 6'nı da götürdük. Dairəyə aldığımız hissələri. Sonra baxaq görək başqa nəyi götürə bilərik burada. Biraz yerimizi bu hissəni balacalandıraq. Bircə dəqiqə, biraz daha balacalandırım, sonra yazaq uşaqlar. Yaxşı, davam edək. Deməli, k-ya 0 verdik, 1 verdik, kökləri tapdıq. Pi böl 6, 7 pi böl 30. Burada da k-ya 1 verəndə pi k böl 2-də, k-ya 1 verəndə bir dənə də qiymətimiz olur pi böl 2. Düzdürmü? K1 olduqda pi böl 2 olur, 90 dərəcə olur. Düşünürəm ki, qiymətlərimiz artıq bunlar olacaq. Gəlin toplayaq, görək ödəyirmi? Pi böl 6, pi böl 2, bir də 7 pi böl 30. 0 da var, 0 artıq yazmıram uşaqlar. 30, deməli olur 5 pi, 15 pi, bu hissə isə 7 pi. Deməli 27 pi olur sürət, məxrəc 30, hər ikisi 3'ə ixtisar getsə sürət olur 9 pi, məxrəc olur 10. 9 pi bölünsün 10, baxaq görək variantda vardırmı? 64'də cavab olur Y bəndi, bəli. 64'də Y, 9 pi bölünsün 10. Baxaq 65-ci suala. 65-ci sualdan artıq uşaqlar dayandırıram. Biraz bu sual geniş idi. Yerdə biraz məhdudiyyətimiz var idi. Lövhəyə yerləşdirməyə çalışırdım. 65-ci suala dayandırıram. Çünki dediyim kimi təxmini orada 130 sual olmalıdır. Onun yarısını demək olar ki, artıq izah elədik. Geriyə qalan hissəsini də növbəti videoda izah eləyərik ki, çox yorulmayasınız. Həm də videomuz da artıq çox getdi. Deməli, 4 kosinus üstü 4x çıxılsın 5 kosinus 2x bərabər mənfi 1 veribdir. Gəlin bu tənliyi görək necə həll edə bilərik. Burada uşaqlar, əvəzləmə ilə düşünürəm ki, yazmaq olar. Ancaq bizdə kosinus 2x verilib, düzdür. Gəlin onu parçalamaqla yazaq. Kosinus 2x'i parçalayıb yaza bilərik. Başqa nə cür yazmaq olar bizdə? Kosinus 2x'i bəlkə parçalayaq. 65. Gəlin kosinus 2x'i parçalamaqla davam edək. Buradan yazıram. 65.
Deməli 4 kosinus üstü 4x çıxılsın. Burada 5 vurulsun uşaqlar. Kosinus 2x'in yerinə yazıram. Kosinus kvadrat x çıxılsın sinus kvadrat x bərabərdir -1-ə. 4 kosinus üstü 4x çıxaq. 5'i vurub açsaq 5 kosinus kvadratı x üstə gəl 5 sinus kvadrat x bərabər -1. Uşaqlar, kosinus kvadratı x-in yerinə gəlin 1 çıxaq. Daha doğrusu kosinusun yox. Sinus kvadratı x-in yerinə 1 çıxaq. Kosinus kvadratı x yaza bilərik. Gəlin bunu vurub açaq. 4 kosinus üstü 4x çıxaq 5 kosinus kvadratı x. Üstə gəl 5'i vurub açıram 5 çıxılsın 5 kosinus kvadratı x bərabər -1. Baxın belə bir ifadə aldıq. Deməli 4 kosinus üstü 4x kosinus kvadratlarını toplayıram. -10 kosinus kvadratı x. -1'i də yenə sol tərəfə keçirdirəm. Olur müsbət 6 bərabər 0. Hər tərəfi 2'yə bölək. 2 kosinus üstü 4x çıxaq 5 kosinus kvadratı x. Üstə gəl 3 bərabər 0. Uşaqlar, burada kosinus kvadratı x-ə bir dənə t desək, kosinus kvadratı x bərabər t olsa, bizim belə bir kvadrat tənliyimiz yaranar. 2t kvadrat çıxılsın 5t üstə gəl 3 bərabər 0. Diskriminantımızı həll edək. 25 çıxılsın 24. Diskriminant 1'dir. x1 kökümüzü tapaq. Deməli 5 üstə gəl 1 bölünsün 4. 6 bölək 4, yəni 2'də 3. Elə buna bəri başdan boş çoxluq yazıram. Uşaqlar, kosinus funksiyası yoxsa yazmayaq. Qoyun axırda yazarıq yaxşı. x2 bərabər 5 çıxılsın 1 bölək 4. 4 bölünsün 4 olur 1. 2 dənə kökümüz var və əvəzləmədə yerinə qoymaq lazımdır. Yəni kosinus kvadrat x ifadəsində gəlin yerinə qoyaq, yazaq. Bir dəqiqə. Aha, gəlin burada deməli kosinus kvadratı x-in yerinə biz dərəcəni aşağı salma düsturunu tətbiq edək. 1 üstə gəlinsin. Kosinus 2x bölək 2 yazıram. Bərabərdir 2'də 3'ə. Məxrəclərdən 2'lərimizi ixtisar etsək, kosinus 2x bərabər 3'dən də 1 çıxarıq 2 qalar. Bu isə mümkün deyil, boş çoxluqdur. Çünki 2'yə bərabər ola bilməz. Bir dəfə də yenə dərəcəni aşağı salırıq. 1 üstə gəl kosinus 2x bölünsün 2 bərabər digər kökümüz. Baxın, bu 1 kökünü yazıram uşaqlar. Çarpaz vuraq. 1 üstə gəl kosinus 2x bərabərdir 2'yə. Kosinus 2x də bərabər 2'dən 1 çıxırıq 1. Bu isə xüsusi haldır. 2x bərabərdir 1'i alır 2 pi k-da. X də bərabər 2 pi k-nı 2'yə bölürük pi k. Deməli 65'də nə soruşur? Sadəcə tənliyi həll edin deyir. Baxaq görək pi k hansı variantdadır? D bəndindədir. 65'də cavab olur D bəndi. Bax belə. 65-ci sualla da uşaqlar bugünkü videomuzu yekunlaşdırıram. Sona çatdıq. Geriyə qalan 65'dən axıra qədər olan sualları da növbəti videoda inşallah izah edəcəm. Növbəti video izahlarda gözləyirəm sizi. Sağ olun, sağlıqla qalın.